Salam, axşamınız xeyir olsun. Mən Fatimə Allahverdiyeva. Müəllimlər və digər pedaqoji kadrlar üçün təlimlər təşkil edən Edgrow Center və Arum Progressive Center'ın rəhbəriyəm. Həmçinin bu axşamki təlimdə moderatorunuz kimi iştirak edəcəm. Bugünkü mövzumuz autizm yoxsa neyroinkişaf pozuntusudur. Təlimçimiz uşaq İnkişaf mütəxəssisi, pediatr Təranə Kazımovadır. Təlimimiz rəsmi sertifikatlıdır. CV-nizə yerləşdirə biləcəyiniz, eyni zamanda il sonu hesabatlarınızda təqdim edə biləcəyiniz sertifikatı simvolik ödənişlə əldə edə bilərsiniz. Sertifikatı əldə etmək üçün yanındakı əlaqə nömrəsinə yazmağınız kifayətdir. Təlim hal-hazırda rekord olunur və bir gün ərzində mərkəzimizin Telegram kanalında paylaşılacaq. Keçid linkini WhatsApp qrupumuzda bölüşəcəm. Sizdən xahişim səsləri bağlı saxlamağınız və təlimin gedişatını bölməməyinizdir. Suallarınızı təlimin sonunda verməyiniz arzu olunandır. Hər birinizə xoş öyrənmələr. Necəsiz Təranə xanım? Təranə xanım. Təranə xanımın səsi deyəsən bağlıdır. Bizi eşitmir. Ya da biz onu eşitmirik. Fatimə xanım, başlaya bilərik. Bəli, bəli. Mən sizə söz vermişdim. Aha, tamam. Lütfən. Axşamınız xeyir, xoş gördük. Xoş geldiniz. Artıq məncə 40 nəfər var. 40 nəfərə yaxın. Bəli. Bu dəyərli vaxtınızı ayırdığınıza görə, qatıldığınıza görə hamıya təşəkkür eləyirəm. Mövzunu günün aktual mövzularından biri seçmişəm. Yəni bu sahədə 12 il çoxdur işləyən bir mütəxəssis kimi həm mütəxəssislərin, həm də valideynlərin daha çox mən bilirəm ki, marağında olan bir mövzudur. İlk öncə özümü təqdim edim. Kazımova Təranə, pediatr, bakalavr təhsilim, Tibb Universiteti pediatr, magistr təhsilim Üsküdar Universiteti, çocuk gelişim uzmanlığı, Azərbaycan dilində uşaq inkişaf mütəxəssisi. Uzun illər Narıc mərkəzdə, Xalqlar filialında həm direktor, həm də baş mütəxəssis kimi işləmişəm. Hal-hazırda həm Bakı Dövlət Universitetində dərs deyirəm, pedaqoqika korreksiya edici təlimə, həm də Esmə xanımın Qüsursuz Nitq mərkəzində, Nərmanov filialında baş konsultant kimi çalışıram. Uzun illərdir mütəxəssis kimi çalışdığıma görə bu sahədə bu mövzuya toxunmaq istədim. Başlayaq məncə. Autizm yoxsa neyroinkişaf pozuntusu? Bu sual çox verilir. Slaydı dəyişə bilərik Fatimə xanım. Və hər kəs valideynlər xüsusən müraciət eləyəndə təbii ki, həyəcanla, təşvişlə, görəsən mənim uşağımda bu diaqnoz təsdiqlənəcəkmi, odurmu? Bəziləri də gözlədik, dedilər, keçər, gedər deyib gecikmiş vəziyyətdə gəlirlər. Təbii ki, burada bizə həmişə dediyimiz, həm mütəxəssis kimi, həm valideyn kimi erkən müdaxilə şərtdir. Erkən müdaxilə yəni həyat qurtarır. Bir uşağın gələcəyini xilas edirik biz və müdaxiləni birinci valideyn görür uşağını təbii ki, doğulduğu gündən ailədə olur uşaq, valideynləri ilə olur, yaxınları ilə daha çox sıx kontaktda olur və onların gözləmi, onların yəni müşahidəsi düzgün o uşaqların biz mütəxəssislərə vaxtında müraciət etməyinə səbəb olur. Müasir elm bizə nə deyir? Yəni bu müasir elm son məlumatlar nədir? Mən bu haqda danışacağam. Çünki autizm və yaxud da indiki adı ilə artıq bu sözü belə deyək də biraz
daha sadələşdirilərmi deyim, daha təhlükəsiz olsun valideynlər üçün. Çünki sürətlə artır dedilər. Əslində buna da toxunacağam. Əslində artmır. Sadəcə bəzi nüanslar var burada. Müasir elmdə hələ də araşdırılır və hələ də bunun dəqiq yaranma səbəbi və dəqiq müalicə üsulu ki, məsəl üçün peyvəndmi, filan dərman qəbulu, filan qrup vitaminlərin qəbulu, sırf qidalanma, sırf pəhriz, sırf təlim nədir? Təbii ki, önə çıxır birinci növbədə təlim. Dünyanın hər yerində bütün mütəxəssislər, bütün həkimlər, psixoloqlar, psixiatrlar, nevroloqlar, pediatrlar, uşaq inkişaf mütəxəssisləri, logopedlər, defektoloqlar, duyu bütünlənmə mütəxəssisləri bir komanda şəklində təlimi məsləhət görür. Burada genetikanın rolu var, inkişafa nə dərəcədə təsir eləyir, qohum evlilikləri, risk faktorları, bunlar haqqında əsas başlıqlarımız bunlardır. Bunlar haqqında məlumat verməyə çalışacağam. Dəyişə bilərik slaydımızı, Fətimə xanım. Və bizim burada əsas toxunduğumuz mövzular suallardan biridir. Autizm nədir? Autizm deməli ayrıca təcrid olunmuş bir diaqnoz deyil. Yəni bunu ayrıca biz təcrid olunmuş şəkildə öyrənmirik və bizim bir xəstəlik kimi götürmürük bunu. Mən bu sözü deməkdə biraz tərəddüd edirəm. Valideynlər bəzən sual verirlər ki, nə vaxt sağalacaq? Müalicəsi nə vaxt bitəcək? Mən hansı yaşda, hansı vaxtdan sonra bir nəticə əldə edəcəm? Əslində bir həkim kimi, pediatr kimi də bunu deyirəm, inkişaf mütəxəssisi kimi də deyirəm. Hətta tibbdə belə hər hansı bir dəqiqləşmiş bir diaqnozun belə, təbii ki, o diaqnoz qoymaq üçün də müəyyən etaplar tibbdə də lazımdır. Həmçinin də inkişaf sahəsində, uşaq inkişaf sahəsində xəstəliyi %100 sağaldacaq və yaxud da bu olacağı deyə bilmir həkim. Nə psixiatr, nə nevroloq, nə pediatr, nə infeksionist, yəni bunu yüzdəliklə deyə bilmirik. O ki qalmışdı, hələ də araşdırılan, hələ də belə deyək də bir çox ailələrin bu dəqiqə nə yazıq ki, uşaqlarında rast gəlinən, gözləmlənən, müşahidə olunan bu problemi biz nə vaxt sağaldacaq demək. Ona görə bu bir xəstəlik deyil. Bunu öncədən qəbul edirik bir mütəxəssis kimi, bir valideyn kimi. Bunu həmişə valideynlərə mən birinci çatdırmağa çalışıram ki, bu uşaq da xəstə deyil, bu da bir xəstəlik deyil. Bu neyral inkişaf pozuntuları spektrində yer alan bir vəziyyətdir. Spektr vəziyyət deməkdir, hal deməkdir. Yəni, xəstəlikdə müəyyən bir mikrob var, müəyyən bir qan dəyərləri var, müəyyən bir müdaxilə var, peyvənd və yaxud da dərman müdaxiləsi və yaxud da əməliyyat və s. və s. Amma burada bu olmadığına görə və ümumi geniş bir spektr, yəni vəziyyət, hal olduğuna görə biz bunu xəstəlik kimi qəbul etmirik. Öncədən valideyn bunu qəbul etməlidir və bunu qəbul edən, bunu həzm edən ailə uşağına düzgün yanaşmağa başlayır. Slaydı dəyişə bilərik, Fətimə xanım. Əsas xüsusiyyətləri nədir? Yəni, biz autizm deyəndə, yəni biz qorxuruqsa, biz nələri görməliyik, nədən narahat olmaq? Sosial kommunikasiya fərqlilikləri, təkrarlanan davranışlar, bunlara stimlər deyirlər ingiliscə. Biz öyrəşdiyimiz dildə stereotip hərəkətlər, təkrarlayan davranışlar, əl hərəkətləri, ayaq hərəkətləri və s. Yəni bu yəqin ki, indi hər kəs bura qatılıbsa bu mövzunu məlumatlar da autizmdə. Zaten məlumatsız olmaq bu dəqiqə qeyri-mümkündür. Hətta ucqar kəndlərdə belə mənim uşağım bəlkə autizmdir deyib müraciət edənlər var. Halbuki baxıb görürük ki, başqa problemdir. Amma yəni autizmdən məlumatı olmayan yoxdur. Ona görə mən stigmalar deyəndə, stereotiplər deyəndə yəqin ki, hamıya aydın olur. Vaxt çox getməsin, diqqətimiz dağılmasın deyə video şəkil yerləşdirmədim mən. Həm də daha professional bir şey hazırlamağa çalışdım sunum və yəni kütlənin daha çox tələbəmi, mütəxəssismi, yoxsa valideynmi olacağını bilmədiyimə görə hamıya xitab edən bir sunum hazırladım, yəni təqdimat hazırladım. Məhdud və intensiv maraqlar. Ya çox dar maraqları var, yəni eyni oyuncaqla oynayır, eyni geyim, eyni yemək və intensiv, yəni bunları durmadan istifadə etmə, bunlardan durmadan asılı vəziyyətə gəlmə, yəni takıntı halı.
burada özünü göstərir. Sensor xüsusiyyətlər, mən deyərdim, hətta sensoru birinci yerdə mən qoyardım. Çünki biz mərkəz daxilində mən uzun müddət işləmişəm. Əvvəl də işlədiyim mərkəzdə, hal-hazırda da uşaqların %70, %80-ində hətta deyim, nə yazıq ki, elmi bir iş apara bilmirik, bunu belə deyək də çox da araşdıra bilmirik biz elmi səviyyədə. Burada, yəni mən öz təcrübəmdən deyə bilərəm, sensor inteqrasiya pozuntuları, sensor pozuntular, yəni duyu orqanlarımız, görmə, sensor problemləri, eşitmədə, introseptiv, proseptiv, bizim duyğu orqanımız 5-dir, amma duyularımız, yəni hisslərimiz, hissiyatlarımız 8-dir. Vestibulyar duyu, belə deyək, daxilidir, introseptiv və propreseptiv duyularımız var və 5 duyğu orqanımız var. Görmə, eşitmə, dad bilmə, qoxu bilmə və taktil, dəri, toxunma. Yəni bunların da üstünə o digər üçünü gələndə 8 hissiyatda bu uşaqlarda azı üçündə problem olur. 4-ündə, 5-ində, 6-sında hər birində problem olanlar var. Yəni sensor xüsusiyyətləri, çətinlikləri olur. İnkişaf profilində fərqli olur. Yəni kimi bədən fiziksel inkişafdan da qala bilir, kimi hətta fiziksel inkişafı çox güclü ola bilir. Hətta valideyn ona görə bunu qəbul eləmir ki, mənim uşağımın belə deyək də atalarımızın dilində, analarımızın, nənələrimizin dilində sadələşdirib, mənim uşağım turp kimidir, sağlamdır, yəni yeriyir, yeyir, içir, yatır. Yəni bunu biz zaten bunu öncədən dediyim kimi xəstəlik kimi qəbul etmədiyimizə görə valideynlər də bunu axı bu xəstə deyil, mənim uşağım deyirlər. Zaten mən başda dedim ki, bu gəlin qəbul edək, sadə bir qaydasın, devizin dedim ki, bu xəstəlik deyil zaten. Əsas fikir odur ki, hər inkişaf gecikməsi autizm deyil. Bəzi hallarda mən ortalama deyim 7-8 il bundan qabaq mən işlədiyim dövrdə autizmlə heç bir xəbər gəlirdilər. Biz aşkarlayırdık, biz müayinələrdə görürdük ki, uşaqda autizm əlamətləri var. Amma indi bu sözü dəyişirik, ASP deyirik, slayda da dəyişə bilərik Fatimə xanım. Autizm spektr pozuntusu əlamət. Pozuntu o deməkdir ki, zaten xəstəlik deyil və burada neyroinkişaf pozuntusu nədir və bizə gəlir, belə deyək, spektrın hansı əlamətləri ilə getməlidir, onu öyrənməliyik. Neyroinkişaf pozuntusu nədir? Yəni, spektr buna daxildir. Bu uşaqlarda, neyroinkişaf pozuntuları olan uşaqlarda, uşaqlıq dövründə başlayan, onu da indi dəqiq deyəcəm sizə, və beyin inkişafına təsir edən geniş bir qrupdur. Türkcə bunu yaxşı deyirlər, yelpazə. Yəni, bir çətir kimi bunu təsəvvür eləsək, spektr pozuntusu da bu neyroinkişaf pozuntuların içində, daxilindədir. Və bunu mən belə deyək də, bir sadələşmiş dillə, bacardığım qədər elmi deyil də, daha rahat həzm oluna bilən bir dildə izah eləyirəm ki, yenə deyirəm, mənim publikamız tələbələr də olsa, mütəxəssis professionallar da olsa, yəqin ki, valideynlər də var. Və yaxud da mən danışdığım dildə, indi uzun müddətli təcrübəmə əsaslanaraq sizə rahat demək istəyirəm ki, bu cür izah eləsiniz qarşınızdakı valideynə. Çünki bizə əhalimizin hər qrupundan müraciətlər olur. Yəni, bacardığımız qədər rahat, anlaşılan dildə bunu belə eləyəndə suallara xırda cavab verəcəm, narahat olmayın. Deməli, autizm bərabərdir neyroinkişaf pozuntularının bir hissəsi. Və autizm diaqnozu, bunu diqqətlə qulaq asın, autizm diaqnozu qoyulana dək, yəni 4 yaş, hətta 4 yaş yarımınacan dövlət müəssisələrində işləyən, Azərbaycanın səhiyyəsinin qanunlarına əsasən təyin olunmuş uşaq psixiatrı qoyur bu diaqnozu. O diaqnoz qoyulana qədər neyroinkişaf pozuntusu və yaxud da ASP əlamətləri, yəni autizm spektr pozuntusu əlamətləri ilə biz uşaqları müşahidə edirik, qəbul edirik, bunlara müdaxilə edirik, bayaq dediyimiz kimi erkən müdaxilə. Autizm diaqnozu artıq əvvəl 3 yaşında, 3 yaş yarım artıq indi tələsmirlər. Çünki neyroinkişaf pozuntusu yelpazənin çox böyük olduğunu və bu sayacağım da neyroinkişaf pozuntuları hansılardır çox olduğuna görə artıq səhiyyədə, dünyada, Dünya Səhiyyə Təşkilatı, Azərbaycan səhiyyəsi fərqi yoxdur dünyanın hər yerində. Qəbul edir ki, bu uşaq neyroinkişaf pozuntularının nədir? Aşkar edək, erkən müdaxilə edək, erkən diaqnostika edək və erkən reabilitasiya edib
cəmiyyətə qazandıraq. Yəni, əlimizdən gələn odur ki, neyroinkişaf pozuntusunun bütün əlamətlərini, bütün yelpazəsini uşağımızda düzgün müşahidə eləyək, vaxtında müdaxilə edək ki, autizm olmasın. Belə deyək, gördüklərimiz, danışdıqlarımız, təhlükə, görəsən mənim uşağımda varmı? Bəlkə, lakin kimsə deyir və bütün bunları beynimizdə bu şübhələri qaldırmaq üçün. Çünki əgər bir insanın, bir valideynin, bir ailənin beynində bu şübhə varsa, gözündə uşağının hansısa bir davranışları onu narahat edirsə, demək problem var deməkdir. Bunu qəbul edir, etmir, vaxtında gətirir, gətirmir, o artıq ailədən asılı olandır. Təbii ki, bizə bu kimi problemlərlə 9, 10, 11 aylığından, mən bayaq nə dedik, beynin inkişafına təsir edən uşaqlıq dövründə, hətta mən deyərdim erkən uşaqlıq dövründə, yəni 9-11 ayda belə spektr əlamətləri ilə başlanan problemlərlə artıq valideynlər müşahidə eləyir. Biz də soruşanda nə vaxtda müşahidə elədiniz, necə başladı və bunu deyirlər. Ortalama götürəndə inkubasiya periodu. Necə biz Qızılca da deyirik, kontaktda oldu, inkubasiya bir həftədən sonra uşaqda səpkilər başladı. Amma o bir həftəni onun gizlin əlamətləri gibi. Biraz öskürdü, biraz burunaqdı, biraz temperaturu qalxdı, sonra Qızılcanın məsəl üçün səpkiləri oldu. Bu da elədir. Yəni, bu gəlib özünü tam autizm kimi və yaxud da spektr pozuntusunu göstərənəcən ona inkubasiya dövrü 1 yaş 3 ay, 1 yaş 6 ayda başlayır. Yəni, dəqiq artıq valideyn artıq şübhələnir bu saydığım əlamətlər topluluğundan və 3 yaşınacan özünü daha belə deyək də kəskin və sürətli gedərək biruzə verir. Bəzi uşaqlarda əlamətlər yavaş-yavaş artır. Bəzi uşaqlarda elə əvvəldən necə gəlmişsə valideyn deyir, elə də gəlir. Yəni, elə əvvəldən kontaktı yox idi, reaksiyaları zəif idi və s. və s. Bəziləri də deyir ki, valideynlər var idi. Hətta bizə video göstərirlər, nə bilim, inandırmağa çalışırlar. Təbii ki, biz bunu dinləyirik valideynləri, inanırıq ki, bu uşaqlarda vallah ata deyirdi, ana deyirdi, bəzi şeyləri var idi. İndi elədiyi hərəkətləri etmirdi, normal uşaqlar kimi idi, yaşıdları kimi idi. Anidən bunlar başladı. Anidən başlama əlamətləri də, yəni tətikləyici səbəb deyirik biz ona. Yəni, o autizmə gətirib çıxardan zaten buna yatkınlıq var. Zaten mənim immunitetim aşağıdırsa, mənim vitamin səviyyələrim aşağıdırsa, mən düzgün qidalanmıramsa, necə ki bir insan, mən fərqi yoxdur, neçə yaşındadır, mənim tez xəstələnmək ehtimalım varsa, autizmin də yəni inkubasiya dövründə zaten ona yatkınlıq olur. Sadəcə bunu valideyn görməzdən gəlir və yaxud da özü bir nəsə eləməyə çalışır. Bu tədbirlərin arasında deyəcəm hansı səhvləri edir və bunu gecikdirmiş gətirir. Amma şükürlər olsun, yəni öz təcrübəmdən deyirəm ki, artıq daha erkən vaxta gətirirlər. Slaydı dəyişə bilərik Fatma xanım. Buraya daxildir. Mən bu dediyim neyroinkişaf pozuntusu spektrına. Autizm spektr pozuntusu başda gəlir. Yəni, bu diaqnoz da qoyula bilir, DHEB də qoyula bilir. Yəni, diqqət əskiliyi hiperaktivə pozuntusu. İntellektual inkişaf pozuntusu, yəni sırf zəka, biliksəl anlama, qavrama, diqqətlə bağlı problemlər olan uşaqlar, öyrənmə pozuntuları, bu da yaddaş zəifliyi, disleksiya və disleksiya ailəsi. Disleksiya da bilirsiniz ki, yelpazədə o ayrı mövzudur. İnkişaf koordinasiya pozuntusu, yəni hərəki, cerebral iflizli uşaqlar və yaxud da hər hansı genetik problemi olan uşaqlar ki, onlarda motor bəcərilərində, böyük motor, qaba motor, kiçik motor bacarıqlarında inkişaf və ünsiyyət və dil pozuntuları. Təbii ki, bizim valideynlərin gec gətirməyində, gözləməyində, biraz da arxain olmağında ki, dayı da gec danışıb, nəsə işdə, gendə var və s. bu kimi yanında bu nütq ünsiyyət də olur. Yəni, onlar elə bilirlər ki, danışacaq, danışmayanda qorxub gətirirlər. Və yaxud da deyirdi söz artıq demir, qorxub gətirirlər. Nə yazıq ki, daha öndə olan səbəblər var və bunların böyüsü, ən böyükləri də, ən belə deyək də, ağır səbəblərdən, amma valideynlərin çox zərərsiz, çox əhəmiyyət vermədikləri, önəmsiz saydıqları sensor inteqrasiya pozuntulardır. Yemək yeməmək, qida seçiciliyi, çox hərəkətlilik, məsəl üçün, %70, %80 hallarda ASP, yəni spektr pozuntusu üstəgəl DHEB rast gəlinir bizdə. %70-80 hallarda ASP əlamətləri üstəgəl sensor inteqrasiya pozuntusu. Üçü də ola bilər. Biz buna buket şəkildə deyirik. Bir uşaq ancaq təmiz autizm gəlir, bu çox nadir hallarda olur. Ona görə düzgün, mən indi slaydın sonlarında da deyəcəm, düzgün müşahidə, düzgün uşağı qiymətləndirmə önəmlidir və diaqnoz qoymağa, etiketləməyə tələsmirik.
ümumi götürürük. Spektr əlamətləri, sensor pozuntular, hiperaktivlik əlamətləri və yavaş-yavaş başlayırıq bu uşağa uyğun düzgün tədris, yəni reabilitasiya proqramı qurmağa və təbii ki, öncəliyimiz olur laqoped yox. Çünki valideyn gətirdiyi ki, yaxşı laqoped verin, falan laqopedə gəlib mənim qohumum, qonşum uşaq danışıb. Falan laqopedə gəldi, uşaq nitqi açıldı. Belə gəlirlər bizə və bizim belə deyək, valideynləri yanıldan xüsusiyyətləri olur. Halbuki biz birinci başlayırıq diaqnostikada təbii ki, araşdırmağa, bunu deyəcəm mən indi, hansılardan başlayırıq. Sonra sensor inteqrasiya məşğələlərindən, sonra psixopedaqoji işdən, lazımdırsa o motor, kaba motor, MBT, yəni müalicə və bədən tərbiyəsi. Sonra belə deyək də, irəlici seanslarda, irəlici aylarda deyə bilərəm, laqoped işi də gedir. Dəyişə bilər üslaidə. Autizmin əsas xüsusiyyətlərini sayaq indi ki, bizim belə deyək də təhlükəli gördüyümüz nəydə ehtiyat edib müraciət eləməliyik. Sosial kommunikasiya, yəni ki, ünsiyyət. Kommunikasiya nə deməkdir? Ünsiyyət. Qarşılıqlı ünsiyyət olmur. Jest və mimikalardan istifadə etmir, uşaq donuq olurlar, bir nöqtəyə baxırlar, daha çox çəpəki belə gözünü qıyıb baxmaqları olur. Bəzən ana bunu qəbul eləmir, ata bunu qəbul eləmir ki, mən çağıranda mənə reaksiya verir. Amma digər insanlar, biz sosial varlığıq. Mən əlini çağırıramsa, əli qonşuya da baxmalıdır, bibiyə də, xalıya da, tanıdığına da, tanımadığına da qorxa bilər, utana bilər. Təbii ki, bu mimika varsa bunu bilirik. Amma bir də var donuqluq, yəni baxmır, ünsiyyət yoxdur, mimikadan yoxdur, sosial siqnallar, yəni gəli, veri, alı, aparı anlaşılmır bu uşaqlarda. Həm yaşıdlarla münasibət demək olar ki, sıfır olur. Valideynləri rahat salan şeylərdən də biri bu olur ki, nənə deyir, mənlə yaxşıdır, dayəsi ilə əladır. Baba deyir ki, mən çox yaxşı ünsiyyət qururam ona. Atası, anası bütün gün işdə olur. Onlar cavandılar, deyirlər autizm, heç nəyə yoxdur uşaq. Uşaq məndən yaxşı ünsiyyət qurur. Və dediyimiz də odur ki, yaşıdları ilə ünsiyyət qura bilmir. Təhlükə siqnallarından biri budur. Böyüklərlə bəlkə də rahat girə bilir ünsiyyətə. Və yaxud da böyünün, belə deyək də, gestikulasiya, böyü anlayır uşağı. Babadır, nənədir, təcrübəli insanlardır. Bunlar uşağı ağzını açan kimi qa deyəndə biz onun ağılların dili ilə deyək də, mən həmişə deyirəm, nənələr, babalar, böyüklər deyir ki, qa deyəndə ət verirlər, qo deyəndə süd verirlər uşağa. Bilirlər və bu ünsiyyət qurmaq deyil. Bu biz böyüklərin o uşağı anlamasıdır. O uşaq bizə geri bildirim vermirsə, biz bunu ünsiyyət problemi sayırıq. Təkrarlanan davranış və maraqlar, bayaq dediyim stimlər və yaxud da stereotiplər, rutinə bağlılıq, yenə deyirəm, eyni maşını, eyni oyuncaqla oynayır, eyni giyimi giyinmək, eyni otaqda öz düzəni var uşağın. Bəziləri bunu səliqə deyir, bəziləri bunu düzən deyir, bəziləri deyir, çox yaxşı bir şeydir bu. Mənim uşağım əşyasını heç kimə vermir, heç nəyə toxunmur, harda nəyi qoyubsa o cür səliqəlidir. Yəni bunu bir nevi deyim, qəbullanmamaqdan gələn öz uşaqlarını yüksək qiymətləndirmə. Təbii ki, qeyd etdiyim kimi, bütün spektrli uşaqlarda, bütün neyroinkişaf pozuntusu uşaqlarda zəka problemi olmur. Çox az hissəsində zəka geriliyi də olur. Ona görə də valideyn qəbul eləmir. Deyir, mənim uşağımın zəkası yerindədir. Elə şey var ki, belə deyək də, bunu da el dilində deyim, nənə babaya deyirəm, özünə sərf eləyəni yaxşı başa düşür, deyirlər, özünə sərf eləyəni elə qəşəng bilir ki, və valideyn bu uşağı, bu keyfiyyətini yüksək qiymətləndirir. Halbuki heç bir insan, biz böyük insanlarda, cəmiyyətdə hər kəs özünə sərf elədiyi kimi davransa, biz sosiallaşa bilmərik, biz insanlarla ünsiyyət qura bilmərik. Axı biz tək yaşamırıq, biz sosial varlığıq. Ona görə valideynlərə bunu oturub xırda izah etmək lazım olur. Necə ki, mən indi sizə bunu etap-etap izah edirəm. Sonra dəyişikliklərdə həssaslıq olurlar dediyimiz kimi. Valideyn bunu yüksək qiymət oyuncağını bilir, əşyasını heç kimə vermir, müəyyən takıntıları var. Əslində bunlar normal əlamətlər deyil. Sensor fərqliliklər olur, yəni qidanı seçir, elə qidalar var, heç dilini vurmur, elə qida var, çox yeyir, aşırı ondan. Yəni, bu kimi əlamətlər özünü göstərir. Slaydı dəyişə bilərik. Sonra burada bir də məsələn, valideynlərin bizə verdiyi sual və yaxud da qorxub gətirirlər bəzən. Bu, ən azından arxain olub gecikməkdən qorxub tez gətirmək daha yaxşıdır. Ən azından biz onları sakitləşdirə bilirik. Çünki deyirik ki, vaxtında gətirmirsən. Hətta lap yaxşı vaxtında gətirmirsən. 2 yaşına qədər. Və 0-4 yaş arası bütün problemlərdir. Fərqi yoxdur. Neyroinkişaf pozuntusudur, davranış pozuntusudur, hər hansı bir, nə bilim, fizioloji problemdir, yəni qan azlığı, çəki azlığı 0-4 yaş arasında biz erkən müdaxilə edə biliriksə, bu problem demək olar ki, %100 deməyim,
tibbdə bayaq dediyim kimi öz dediyimi özüm inkar etməyim. %100 heç nə düzəlməsə də yüzdənin çoxunluğu ilə %90, 95, 97 belə deyək düzəlir bu problem. Amma 4-8 yaş, yəni erkən uşaqlığın ikinci etapı, birinci etapı 0-4 yaşdır, ikinci etapı 4-8 yaş daha çox şey edə bilirik, amma 0-4 yaşında edə biləcəyini uşaq edə bilmir və biz də istədiyimiz qədər ondan belə deyək də maksimum nəticəni ala bilmirik. 8 yaşdan sonra isə nə yazıq ki, bu bəzi qabiliyyətlərdə düzələcək sözünü deyə bilmirik. Zaten öncəsində də deyə bilmirik, amma böyük şansı olur uşağın. Buna potensialı olur. Amma 8 yaşdan sonra artıq gecikmiş sayılır. Yenə də 8-12 yaş, yəni 3-cü belə deyək dövrü biz uşağa böyük də olmasa şans veririk. 12-14 yaşdan sonra yəni yeriməyən uşağın yeriməsi, danışmayan danışması, zəkası geriliyi olanın zəkasının yüksək səviyyəyə çatasası deyə bir şey yoxdur. Çünki bu sinirsəl hüceyrə belə deyək də sinaptik bağlar olmur. Neyrosensor inkişaf belə deyək də tempi aşağı düşdüyünə görə olmur. 0-4 yaşında o düzəlmə tempi, sürətli inkişaf tempini mən təbii ki 8-12 yaşda, 12-16 yaşda ala bilmərəm. Suala cavab verək. Hər gec danışan uşaq autistikdir, yəni autizmdir. Xeyr. Yəni bir mənalı xeyr. Nitq gecikməsi müxtəlif səbəblərə bağlı ola bilər. Hətta mən bunu da deyim sizə ki, elə autistik uşaqlar göstərərik sizə ki, bunlar danışırlar, nitqləri də var. Amma sosial-emosional sferalarında problem var, stereotipləri var və yaxud da davranış problemləri var, sensor ağır problemləri var və s. və s. Yəni danışır deyə də arxayın olmaq olmur ki, danışırsa autizm deyil, danışmırsa da autizm deyil. Bunun üçün düzgün müdaxilə, müşahidə olmalıdır. Yəni ən azından bir mütəxəssis, müəssisə o uşağı 3-6 ay nəzarətdə saxlamalıdır ki, biz onu dərəcələndirə bilək, biz onun ağırlıq səviyyəsini bilək və yaxud da erkən müdaxilə edib o ağırlaşmaları qarşısını ala bilək. Dəyişə bilərik slaydımızı. Bunun üçün nəyi yoxlayır bir mütəxəssis? Məsəl üçün bizə gəlirsə, mənə müraciət etsə, eşitmə problemi olub-olmadığını. Bunu araşdırırıq. Təbii ki, bu güclü anamnez toplanmalıdır, təcrübə lazımdır bunun üçün. Dil inkişafının spesifik pozuntusu yoxlanılır. Qlobal inkişaf ləngiməsi, yəni biz baxırıq ki, bunu bədənsəl, gec doğulma, yarımçıq doğulma, nə bilim, keçirdiyi xəstəliklər, kilosunun, boyunun da geri qalması, yəni bu qlobal deyəndə, yəni ümumi inkişaf ləngiməsi dəyərləndirilir. İntellektual inkişaf pozuntusu, yəni zəka, bacarıqları dəyərləndirilir uşağın. Genetik sindromları biz düz-düzünə baxıb aşkar edə bilmərik, amma şübhələnmə ehtimalımız olur. Hətta 3-6 ay uşaqla işləyəndən sonra bizdə o genetik sindromlara şübhə yarana bilir. Çünki uşağı daha dərindən tanıma şansımız olur. Bəzi genetik sindromlar var ki, uşağın 6 yaşından sonra ağırlaşır. Bəzi genetik sindromlar var, ərgənlik dövründə 13, 14, 15 yaşında olur. O qədər belə uşaqlar var ki, mən indi spektrdən danışıram. Tamamilə normal uşaq doğulur, normal uşaqdır. Amma gəlir 13, 14, 15 yaşında motor geriləməsi olur, belə deyək də epilepsik tutmaları başlayır və s. və s. Bunu kimin ki imkanı var, kimin ki valideyni belə deyək də daha dərin araşdırır, təbii ki genetikəcən gedir, aşkar olunur ki, bu uşaqda filan sindrom var. Hə, düzdür, bunu bilmək bizə nə verir? O uşağı tam sağalda bilirikmi? Yox. Bilirik ki, genetik, yəni anadan gəlmə hər hansı bir sindrom, hər hansı bir patologiya varsa, bir həkimin, bir cərrahın bunu tamamilə düzəltməsi qeyri-mümkündür. Çünki bu yaradılışdan gələn bir şeydir. Amma müdaxilə eləyib onu kəskinləşməyə qoymarıq, uşağı daha özünə xidmət bacarıqları daha geriləməsin deyə çalışa bilərik. Amma gec özünü bizə götürər, latent gedən, gizli gedən, biz buna xəbis, gizlin gedən problemlər deyirik, genetik, yəni 13, 14, 15 yaşında elə bir problemlər var ki, biz onu artıq uşağın həyatı belə deyək də letal gedir, yəni uşağın ölümünəcən gətirib çıxarda bilir. Yəni burada biz də çarəsiz belə deyək də əlimiz yanımızda heç bir şey müdaxilə edə bilmirik. Amma onların hamısı özünü autizm kimi göstərmir. Tamamilə normal uşaqlar da gəlib müəyyən yaşdan sonra olur. Yəni bunu biz seçmirik. Uşaq doğulanda artıq bu genetika ilə doğulmuş olur. Digər nevroloji səbəblər ola bilər. O yenə deyirəm, ana bətnində ola bilir, doğuş zamanı ola bilir. Ondan sonra yaranan məsələn bəzi sarılıq keçirdən uşaqlarda müəyyən yaşlardan sonra problemlər başlayır. Bəzən qızılca peyvəndi vurulmayan uşaqlar olur. Qızılca keçirdir, sağalır. Amma gəlir 12, 13, 14, 10 yaşında, 9 yaşında uşaqda
anidən geriləmə olur. Mən elə autizmlə danışmıram. Yəni hər hansı bir nevroloji problemlə danışıram ki, danışan uşaq danışmır, yeriyən uşaq yerimir və yaxud da get-gedə geri gedir. Ona görə də yalnız bir əlamətə görə biz heç vaxt diaqnoz qoymuruq və bir qəbula, bir belə deyək də seansa da diaqnoz qoymuruq. Bunun üçün təbii ki, müşahidə olunmalıdır, amma müdaxilə edirik. Təbii ki, baxırıq ağırlıqlı hansıdır, sensor problemsə duyub dinləməyə yönləndiririk, psixologdursa psixoloqa yönləndiririk, heç davranış problemi yoxdur, heç anlama qavraması yoxdursa pedaqoqa yönləndiririk və s. və s. Autizm səbəbi nədir? Bir səbəbi yoxdur. Yenə deyirəm, bu hələ də araşdırılır, hələ də tapılmayıb, bəlkə də heç tapılmadı. Müasir elm autizmi çox faktorlu neyroinkişaf vəziyyəti kimi qiymətləndirilir. Yəni neyroinkişaf pozuntusu deyəndə burada tək autizm nəzərə alınmır. Bayaq dediyim o DHEB-dir, digər problemlərdir. Yəni neyro, beyinsəl və uşağın inkişafına. Yəni burada həm zəka inkişafı, həm nitq inkişafı, həm emosional inkişafı, həm fiziksel inkişafı hamısına təsir edir. Ona görə də dediyim kimi autizm diaqnozu qoymağa tələsmirik. Bayaq sual verən xanım var idi ki, eyni şeydir. Autizm neyroinkişaf yelpazəsinin bir belə deyək, növüdür, bir faktorudur. Amma hər neyroinkişaf pozuntusu autizm olacaqmı? Yox. Bəzən biz ağır spektrlə götürdüyümüz indeksi yüksək olan, yəni xüsusi autizm şiddət testi var, onu yoxlayırıq. Məsələn, 100 indekslə, 90 indekslə gəlib. 3 ay, 4 ay, 6 ay sonra indeks düşür, yəni autizmi inkar eləyir. Qalır ancaq psixonetki inkişafı ləngiməsi, qalır ancaq nitq ləngiməsi və yaxud da qalır ağır sensor inteqrasiya pozuntusu, yəni digərləri düzəlib, amma sensor problemləri qalır uşaqların, stereotipləri qalır. Anlama qavrama yerindədir, davranış da düzəlib, amma stereotipləri qalıbdır. Bu, onun sensor, yəni intraseptiv, propreseptiv, vestibulyar orqanlarında olan problem. Yəni bu uşaqlar uzun müddətli duyub dinləmə sensor terapiya seanslarını almış olurlar. Bayaq dediyim kimi, xəstəlik olmadığına görə tam sağalacaq, nə vaxt sağalacaq, necə sağalacağı biz mütəxəssislər də deyə bilmirik. Biz uşağa uyğun, hal-hazırda gördüyümüz vəziyyətinə uyğun düzgün uşağa inkişaf planı, düzgün inkişafı üçün nə edə bilərik, onu təklif edirik. Bunu psixiatr da onu eləyir. Əgər uşaqda ağır gərginlik görürsə, hər hansısa belə simptomatika görürsə, dərman yazır. Bəzən dərman da yazmır, erkən dövrdə aparanda deyir, apar erkən reabilitasiya. Apar hətta elə psixiatrlarımız var ki, qəşəng təhsillidirlər, araşdırıblar, elə yəni ancaq dərman resept yazmırlar, ancaq mərkəzə göndərməklə olmurlar. Hətta deyirlər ki, bu uşağı duyub dinləməyə, bu uşağı psixopedaqoqa. Gəlib yoxlayanda həqiqətən də görür ki, psixiatr doğru, düzgün və vaxtında məsləhət verib o valideynə. Və yaxud da bizə gələnəcən psixiatr artıq BR test edib, eşitməsini yoxlatdırıb, psixiatr artıq onu müəyyən genetik analizə göndərib, tapıb da hansı genetik problemdir və yaxud da tapmayıbdır, valideynin imkanı yoxdur, hələ də genetik elətdirməyib, deyib onda get reabilitasiyaya başla. Yəni, burada müəyyən faktorlar var ki, biz durub gözləyə bilmərik ki, mənim pulum olacaq, vaxtım olacaq, mən gedib genetik analizi verəcəm, ondan sonra reabilitasiya. Və yaxud da mən eşitmə testini eləyim, ondan sonra gedərəm reabilitasiya. Yəni, bu vaxt etkisidir. Hər halükarda eşitmə aparatı qoyulana qədər də reabilitasiya gələ bilir uşaq, aparat qoyulandan da sonra gəlir. Təbii ki, aparat qoyulur, eşidir, daha sürətlə gedir onun inkişafı. Və yaxud da genetik hər hansı bir analizi bilirik. Aşkarlandı ki, fragil X sindromudur. Aşkarlandı ki, hər hansı bir genetik digər sindromdur ki, bu uşaqda autizmə bənzəyən neyroinkişaf pozuntusu əlamətləri verə bilir. Biz təbii ki, genetikanı düzəldə bilmirik, amma həkim dərman yazır, B qrup vitamin, beyin inkişaf elətdirici, fizioterapiya öz müdaxiləsini eləyir, psixoloq, pedaqoq öz müdaxiləsini eləyir ki, bu uşaq əqli geriliyin ağır səviyyəsinə gəlib çatmasın. Bunu yüngül, belə deyək də, səviyyədə, çünki o genetik xəstəliklərin bir çoxunun proqnozu olur. Diaqnoz qoyulur ki, tutalım, fragil X sindromudur. Proqnozu da odur ki, bu uşaq əqli geri ola bilər. Amma bunun yüngül səviyyəsində eləyək biz bunu. O yaşlarının 1 il, 2 il geri qalsın. 10 il geri qalmasın. Başa düşdünüz? Yəni, bu prosesləri biz düzgün təqib edə bilirik. Zaten genetik bir problemin dəqiq dərman müalicəsi və yaxud da əməliyyat müalicəsi yoxdur. Bilirik biz bunu. Araşdırılan əsas faktorlar, bayaq dediyim kimi, genetik faktorlardır. Bəzən biz də istəyirik bunu inkişaf mütəxəssisləri, mərkəzlərin mütəxəssisləri, bəzən də elə həkimi özü edir bunu və yaxud da biz həkimi ilə danışırıq, məsləhətləşirik, uyğun genetik analizə göndəririk. Burada qeyd edeyim, yəni biz də Azərbaycanlıyıq, mən də valideynəm, mən də Azərbaycan vətəndaşıyam. Bunlar bahalı müayinələrdir. Ona görə bəzən məsləhətləşib ən çox şübhələndiyimiz 3 məsəl üçün sindromun analizini verdiririk. Çünki əslində 12-si verilsə daha yaxşı olar ki, dəqiq tapılar. Amma ən çox şübhələndiyimiz 3-ünü veririk ki, valideyn maddi əziyyət çəkməsin. Amma yaxşı olar
ki, imkan daxilində belə 12 testin 12-sindən də keçsin ki, tam dəqiqliyi ilə bilək ki, hansı genetik mutasiyadır və yaxud da genetik sindromdur. Bəzən mutasiyalar da olur. Yəni nə ondan deyil, nə bundan deyil. Genetik orada faktorlar var. İndi genetika elmi o qədər inkişaf eləyib ki, mutasiyaları da rahat tapa bilir, amma çox bahalı analizlərdir, çox bahalı belə deyək də bunlar müayinələrdir. Beyin inkişaf xüsusiyyətləri, de novo genetik, bayaq dediyim de novo genetik dəyişiklik, yəni mutasiya olunmuş dəyişikliklər ola bilir. Digər genetik variasiyalar ola bilir. Bunları qeyri-mütəxəssislər ola bilər. İstəmirəm deyib sizi yorum. Amma bunun cavabını biz istəyirik valideyndən, uşağı göndərə bilirik. Bunların cavabını alanda da məlumatlı oluruq ki, nədir, nə deyil və ona uyğun uşağın bəzən proqramı da dəyişir. Bəzən daha ağırlaşdırılmış proqram veririk, bəzən daha yüngül veririk, bəzən öncəliyi veririk dərman müalicəsinə, deyirik 1-2 kurs dərman müalicəsini elə, sonra gəl. Çünki baxırıq ki, MR-testində beynin ağ maddəsi, boz maddəsində problemlər var və s. və ya uşaqda sudurqa epileptik hallar var, deyirik onun biraz müalicəsi alsın, uşağın beyni belə deyək də sakitləşsin, sonra gəl. Və yaxud da biz sudurqalı olan uşağa fizioterapiya verə bilmirik, masaj verə bilmirik, onun inkişafı daha ləng olur. Digər, məsəl üçün, otistik uşaqlara, digər belə deyək də inkişaf problemi olan uşaqlara nisbətən. Bəzən valideyn deyir ki, 10 uşağı tez düzəldi, mənki yox. Onda bir daha oturub bunu başa salırıq, bir daha o genetikasının analizini göstəririk ki, sənin uşağın beynində, maddəsində problem var. O uşağın beyni təmiz çıxıb, onda bu problemlər yoxdur. Ona tok da qoşa bilirik, TCDS da qoşa bilirik, neurofeedback aparatı, çünki bunlar sürətləndirir reabilitasiyanın son nailiyyətləridir. Amma bəzi uşaqlara heç logopedik masaj belə edə bilmirik, çünki başında epilepsiyası var bu uşağın və o da inkişaf geriliyidir, o da danışmır, bu da danışmır. Amma digər uşağın reabilitasiyası sürətli gedir. Nə yazıq ki, bu saydığım ağır problemi olan uşağın reabilitasiyası çox ləng gedir. Bəzən prenatal və perinatal faktorları olur uşaqların, bu dediyim kimi valideyn və ailədə genetik xüsusiyyətlər olur. Risk faktoru birbaşa səbəbə təsir eləyir, mən dediyim kimi. Yəni, nə qədər bu genetik problem, digər problemlər varsa, yəni risk varsa, ümumiyyətlə bu neyroinkişaf pozuntulu uşaqları digər adı da risk qrupunda olan uşaqlardır. Risk qrupunda olan uşaq hələ dəqiq diaqnozu qoyulmamış uşaq deməkdir. Yəni, 4 yaş olmayıb, biz ona autizm deyə bilmirik. Və yaxud da hələ tam genetik analizi çıxmayıb və yaxud da qarışıq var, həm biraz hiperaktivliyi var. Biz ona deyirik risk qrupunda olan uşaq. Bu o deməkdir ki, bu uşaq 3 yaşına, 4 yaşına, 5 yaşına maksimum müdaxilə edilməsə, bu uşaqda əqli gerilik olacaq. Bu uşağın nitqi heç açılmaya bilər. Bu uşağın ciddi motor problemləri ola bilər və s. və s. Yəni, risk qrupundadırsa, yəni risk, məsəl üçün, mənim qanım aşağıdırsa, mən risk qrupundayam, mənim kilom çoxdursa, mən risk qrupundayam, kilom azdırsa, risk qrupundayam. Yəni, biz böyük insanlara nümunə gətirirəm də, belə deyək, özümüzü, tipik insanlardan. Uşaqlarda hələ bu atipik uşaqdır və risk qrupunda uşaqdırsa, yəni bunu ciddi erkən müdaxiləyə və düzgün reabilitasiya ehtiyacı var deməkdir. Slayda dəyişə bilərik. Burada biraz genetikaya toxunmaq istəyirəm. Çünki son vaxtlar bizə müraciət edən, yəni son bu 2 ayı o qədər genetik faktorlar var ki, hətta elə uşaqlar var ki, köhnədən bizim qəbulumuzda olub, spektr kimi, inkişaf pozuntusu kimi gəliblər. Qısa müddət gəliblər, çox da nəticə olmayıb, valideyn əl-ayaq soyub, heç yer aparmayıb və s. və s. Hansısa həkimə gedib, həkim onu arxain eləyib ki, dərman isti düzələcək və s. Amma 3 ildən, 4 ildən, 2 ildən sonra gələndə uşaqda ciddi genetik, belə deyək də, sindromlardan şübhələnirik və analizə göndərilir. Və yaxud da valideyn deyir ki, sizdən sonra getdim filan həkim mənə genetikaya göndərdi, mənim uşağımda bu sindrom çıxdı. Yəni, indi artıbdır. Təbii ki, bunun müxtəlif səbəbləri var. Bunu da indi deyirik ki, biz autizm genetik arxitekturası mürəkkəbdir. Yəni, tam genetik də deyə bilmirik, deyil də deyə bilmirik. Arasında araşdırmalar göstərir ki, yüzlərlə genetik faktor var. Heç elə faktorlar var ki, heç bəlkə onun analizi yoxdur. Hələ onu heç elm araşdırmayıb. Nadir gen variantları var. De novo mutasiyalar var. Dediyim kimi, mutasiya uğrayıb. Necə o korona dövründə korona insandan insana keçdikcə mutasiya uğrayırdı, variasiyaları dəyişirdi. Bu deməkdir mutasiya. Yəni, klassik halında olmur xəstəlik, gizlənir, fərqləşir, dəyişir simptomları. Digər genetik variasiyalar, çoxsaylı ümumi genetik variantların birlikdə təsiri. Bir uşaq var ki, araşdırır, yenə belə deyək də, valideyn əgər o yaxşı imkanı olubsa, veribsə, bizim əlimizə elə gəlir orada, genetikanın cavabını oxuyanda özümüz qalırıq ki, biz bunu nə deyək valideynə? Valideyn soruşur ki, mənə bir də başı salonda onu, mən xaricdən gəldi, cavab Türkiyədən gəldi, elə tam izahatı verilməyib. Baxırıq, görürük ki, bir yox, bir neçə mutasiya var, bir neçə variasiya var. Bu
deməkdir ki, yəni bu uşağın heç dəqiq diaqnozu yoxdur, amma inkişaf problemi var, amma nitq problemi var, ünsiyyət problemi var, zəka problemi var. Yəni hər halükarda buna reabilitasiya, müdaxilə şərtdir. Əsas nəticə budur ki, yəni gəldiyimiz, indiyə qədər danışdığımızda, autizm bir gen, yəni bir gen xəstəlik deyil. Və bu tək bununla biz bunu izah eləyə bilmərik. Bunun müxtəlif variasiyaları var. Sonra digər suallardan slaydı dəyişə bilərik. Qohum evliliyi autizm yaradırmı? Buna da çox rast gəlirik. Yəni əvvəllər daha çox idi qohum evlilikləri. Məsəl üçün nənələr, babalar deyirlər ki, mənim nəslimdə biz hamımız əmuşaq evlənmişik, dayı uşaq evlənmişik. Bizim uşaqlarımızda o problem olmayıb. Və məndə o problem yoxdur, oğlumda yoxdur. Niyə nəvəmdə var? İndi bunun izahatını verəcəm. Əslində qohum evliliyi autizm yaradırmı? Xeyr. Bunu belə ifadə etmək elmi deyil. Yəni bu açıqlama elmi bir açıqlama deyil ki, qohum evliliyi isə autizm olacaq. Amma qohum evliliyi bəzi resessiv genetik xəstəliklərin riskini artırır. Belə başa salın. Əgər ulu babalar həmişağı evləniblərsə, sonra da onlardan doğulan övladlar da evləniblərsə qohum. Yəni bunlarda resessiv, yəni daşıyıcılıq varsa, gəlir o qohum evliliklərin sayı artdıqca nəvədə, nəticədə artıq resessiv yox, dominant çıxır onda. Yəni ki, 2 dənə 50%, 50% xəstə genetikalı ata-ana evlənirsə, gəlir %100 xəstəlikli, problemli övladı doğulma şansı olur onun. Başa düşdünüz? Yəni, qohum evliliklərində bu risk, yəni 2 resessivin birləşib bir dominant geni, yəni xəstə geni o aşkar olunması ona görə. Ona görə biz o nəniyə babaya deyirik ki, siz evlənəndə tutağılım, üzr istəyirəm bu ifadəmə görə, 2 dəfə, 3 dəfə cütləşmə olmuşdusa, hələ də heterozogat qalmışdı. Yəni, resessiv daşıyıcı idi siz. Amma son nəsildə evlənmədə artıq bu dominant oldu. Yəni, hər iki atadan, anadan 50% bu geni götürdü uşaq və 100% genetik problemli, yəni anadan gəlmə problemli uşaq dünyaya gəldi. Təbii ki, mən bunu yenədən Loro dilində deyirəm. Mən bunu elmi dildə izah eləsəm, bunun üçün belə deyim, genetika deyə bir elm var. Yəni bunu mən uzun uzadı, yəni resessiv deyirəm, dominant deyirəm, hələ onu belə çalışıram ki, sadələşdirilmiş dildə deyim. Yəni bunun elmi izahatı əksində daha çətindir, daha mürəkkəbdir. Yəni qohum evliliyi autizm yaradır demək düzgün deyil. Amma autizmin etiologiyası daha mürəkkəbdir və genetik, yəni həm genetik ailədən gələn, üstəgəl bioloji faktorların qarşılıqlı təsirini əhatə edir. Yəni risk qrupundadır. Ona görə artıq respublikamızda dövlətimiz qohum evliliklərini qadağan elədi. Peki autizmə görə etmədilər bunu. Qohum evliliklərin sayı artdıqca mən dediyim kimi ulu babalardan evlənmə, gəlir bu babalara, gəlir atalar, analar, nəvədə nəticədə illah ki bir o resessiv genlər birləşib dominant, yəni xəstə genetika meydana çıxır. Ona görə də təhlükəlidir və araşdırmalar göstərir ki, yəni Azərbaycan, Türkiyə, Hindistan, digər belə deyək də, şərq ölkələri deyək, qohum evliliklərinə çox üstünlük verirlər. Deyirlər elə tanıdığımız olsun, özümüzki olsun. Yəni bu da bir milli mental dəyərdir mi deyim, nədirsə də, amma burada yanlış faktorlar var ki, uzun nəsil, yəni babada, nənədə, ulu babada problem olmayıbsa, o demək deyir ki, nəvədə nəticədə də olmayacaq. Bu risk faktorudur. O riski bilə-bilə də, yəni bu evlilikləri icazə vermək bizim dövlətimizin artıq qanunları ilə qorunur ki, bunu artıq riskə, belə deyək də, nə olar, nə olmaza deyə bilmərik. Çünki gələcək nəsillərimiz təhlükə altındadır. Problemli uşaqlar dünyaya gəldikcə bu dövlətin də bütövlüyünü, sağlamlığını, belə deyək də, risk altında qoyur. Dəyişə bilərik slaydımızı. Bəs niyə qohum ailələrinə inkişaf problemləri görürük? Mən bunu izahatını verdim. Bir də belə deyə burada yazılı şəkildə deyim. Çünki qohumluq eyni resessiv gen variantlarının hər iki valideyndə olma ehtimalını artırır. Bayaq dediyimiz kimi. Anada da var 50% bu gendən, atada da var. O övladında birləşib o 50 üstəgəl 50-ni. Çünki biz bilirik ki 46 xromosom insan xromosomumuz var. 20-sini atadan alır o, 20-sini anadan. X anadan alır, Y-ni anadan və yaxud da X olur. Yəni bütün bu genlərimizi 50%-ni ata genimizdən alırıq, 50%-ni ana genimizdən. Əgər hər ata, həm ana, həm ata daşıyıcıdırsa, xəstə övlad dünyaya fərqi yoxdur. Autizm olma, lallıq, çarlıq, mavi gözlük də ola bilər buna, sarışınlıq da ola bilər buna və s. və s. Məsələn, ulu babalar sarışın olublar, hə? Bunların nəslində çox da sarışın olmayıb. Sarışın gen qarışıqdır. Nəvələr, atalar, babalar hamısı qaraqaş, qaragözlər. Amma gəlir nəticə sarışın çıxır. Elə xəstəlikdən danışmıram, amma digər bir şeyi əlaməti deyirəm sizə. Biz araşdıranlar
araşdıranda görürük ki, bunun ulu babası hansısa bir qoca kənddə deyir ki, bunların ulu babası alagöz idi, yaşıl göz idi və yaxud da sarı kürən idi. Gəlir nəticədə ona görə o geni götürübdür. Deməli, ata tərəfindən də götürüb o 50%, ana tərəf baxmayaraq ki, ata-ana məsəl üçün qaraqaş, qara gözlülər. Yəni bu xəstəlik də eyni meydana çıxır. Başa düşdünüz? Bu boy faktorunda da belədir. O gözümüzün rəngi, saçımızın rəngi, digər ürək xəstəlikləri, qan xəstəlikləri bilirsiniz ki, hemofiliya da artıqdır. Digər genetik xəstəliklər, yəni tək autizmə görə qohum evliliklərini belə deyək də ləğv etmədilər. Bu da bəzi genetik sindromlar, metabolik xəstəliklər, epilepsiya, intellektual inkişaf pozuntuları, inkişaf geriliyi riskini artıra bilir. Yəni riski bilə-bilə bir şey insan bilirsə ki, bu mənim üçün riskdir, onu edərmi? Yəni etməməlidir. Hələ bu bizim gələcək nəslimizə, gələcək övladlarımıza aiddirsə. Dəyişə bilərik slaydımızı Zəhra xanım, Fatma xanım. Autizm artır, yoxsa daha çox aşkarlanır? Mikrofonları bağlayaq zəhmət olmasa. Yəni bir sual meydana çıxır. İndi bizə valideynlər sual verir, gətirəndə deyirlər ki, autizm artıb, yoxsa daha çox aşkarlanıbdır. Əslində ABŞ-da araşdırmalar olub 2025-ci ildə. Bu yayımlanan, yəni məqalələrə görə 2022-ci ildə izlənilən 8 yaşlı uşaqları arasında autizm yayılması 31-də 1-dir. Amma 2000-ci ildə, yəni 5-6 il bundan qabaq bu göstərici 150-də 1 idi. Yəni burada görsənir ki, uşaqlarda rast gəlmə sayı artıb. Amma əslində belə deyil. Bunun da səbəbi odur ki, slaydı dəyişə bilərik Fatma xanım. Lakin bu artımın hamısı autizmin yaranması artıb demək deyil. Çünki erkən skrininq artıb, diaqnostika yaxşılaşıbdır. Yəni əvvəl olan metodlar, indi biraz da metodlar, mütəxəssislər artıb, professional uzmanlar var. İndi artıq insanlar məlumatlıdırlar. Bayaq dediyim kimi Ucqar kənddən də nəvəsinin nəticəsində bəlkə uşağım autizmdir deyə götürüb gələnlər var. Erkən yaşda gətirənlər var. Halbuki 5 il, 10 il bundan qabaq o nənələr, babalar deyirlər ki, uşağın heç nəyə yoxdur. Atası da gec danışıb, babası da gec danışıb, aparma heç yerə. Amma indi yaş yarımında da Ucqar kənddən gətirirlər. Ona görə də aşkarlanma artıbdır. Maarifləndirmə artıbdır. Bu da dediyimə aiddir. Daha çox uşaq qiymətləndirilir. Yəni müraciət mərkəzlər artıbdır, mütəxəssislər artıbdır. Daha çox uşaqları biz yoxlaya bilirik və ona görə də say artıbdır. Diaqnostik xidmətlərə çıxış dəyişib. Yəni artıq hətta rayonlarımızda belə mərkəzlər var. Rayonlarımızda belə artıq psixoloqlar, logopedlər, istəyir fərdi, istəyir müəssisələrdə xidmət göstərirlər. Yəni bu da o deməkdir ki, bir tərəfdən yaxşıdır bu, bir tərəfdən də statistik olaraq biz bunu vaxtında görə bilirik. Statistikalar bizə bunu imkan verir. Slaydı dəyişək. Autizmə yanaşma necə dəyişibdir? Yəni indi hal-hazırda. İndi yəqin ki, sizi də maraqlıdır bu insanlar, bu gün burada belə deyək də bunu araşdırırıq biz. Mən də çalışıram ki, sizə ətraflı məlumat verim. Əvvəl uşaq autizmdirmi sualına, indi daha doğru sual, bu uşağın inkişaf profili necədir? Yəni əvvəl damğalayırlar, etiketləyirdilər. Həkimlər belə daha tez autizm yazıb göndərirdilər. Amma indi həkim o diaqnozu qoymaqdan əvvəl bir genetika göndərir, fizioterapistə göndərir, psixoloqa göndərir, duyu bütünləməyə göndərir, deyir get 3 ay lap dərman yazıram sənə, get ancaq məşğələ keç, sonra gəl, 6 ay bunu gözləyir. Çünki dövlət də artıq bunun marağında deyil ki, bu uşağa autizm diaqnozu qoyum, müavinət verim, yəni pensiya verim, bu uşağı etiketləyim, cəmiyyətə yararsız hala salım. Çünki elm də bunu göstərir ki, bu uşaqlarla erkən müdaxilə eləyəndə lap görsəm də ki, autizm oxşayır bu uşaq, risk qrupundadır, spektr əlamətləri var, neyroinkişaf pozuntusudur. Mən buna müdaxilə eləyim ki, bu sabah gəlib 4-5 yaşında artıq psixiatr belə deyək də möhrünü vurub bunu autizm diaqnozu qoymasın. Çünki bu uşaq artıq olur cəmiyyətə yararsız və yaxud da yararsız deməyim də, yəni o müəyyən belə deyək də şeylərdən, tipik uşaqlardan fərqli olur. Düzdür, biz bu uşaqları xəstə adlandırmırıq, onlar fərqli uşaqlardır. Ən başlanğıcı, onlar şəxsən mənim üçün soruşsuz, bir valideyn kimi, ana kimi, mütəxəssis kimi, o da uşaqdır. Amma onu etiketləməyək deyə biz bunu valideynə də vaxtında deyirik ki, erkən düşək üstünə, erkən edək bunu. Təbii ki, burada dövlət, ailə, müəssə üçgənində önəmlidir. Yəni, valideyn də vaxtında müraciət eləməlidir,
dövlətə və yaxud da hara gücü çatırsa ora və mütəxəssislər də düzgün işləməlidirlər. Ortada da uşaq durur. Yəni bu ailə, müəssisə, dövlət, yəni bu uşaqla düzgün kontakt quranda, düzgün uşağı reabilitasiya alanda, erkən müdaxilə edəndə, təbii ki, o diaqnozda bu dəqiqə uşaqların bəlkə %50-si, 60-ı heç o diaqnoza almır. Halbuki risk faktoru ilə onu qəbul eləyirlər. Biz də mərkəzə götürürük, amma sonra inkar eləyirik və yaxud da çox yüngül əlamətlərlə yola salırıq, bağçaya gedirlər, məktəbə gedirlər, ara sıra loqopedə gəlirlər, ara sıra yay tətillərində yenə də reabilitasiyaya gəlirlər. Dəyişə bilərik slaydı. Bu uşaqlarda sosial kommunikasiya, nitq və dil, intellektual inkişaf, adaptativ bacarıqlar, sensor xüsusiyyətlər, motor inkişaf, emosional vəziyyət, eşitmə, görmə, epilepsiya və digər nevroloji əlamətlər, genetik risklər, bunlar hamısı araşdırılmalıdır, sonra diaqnoz qoymalıdır. Gəlin bunu da qəbul eləyək ki, valideyn bir psixoloqun qəbuluna gəlib, bir psixiatrın qəbuluna gəlib, o dəqiqə, hə, buyur, doktor, yoxladın, indi denən, mənim uşağım autizmdir, cavabını eşitməyə tələsməməlidir. Nə özü bu uşağı etiketləməməlidir, yəni damğa qoymamalıdır ki, bu uşaq diaqnozunu denən mənə, ya da hə, bunun diaqnozunu qoy, mən gedim pensiya alım bu uşağa. Düzgün deyil bu yanaşma. Nə də mütəxəssis, heç bir mütəxəssis bir dəfə uşağı yarım saat görməklə, lap olsun bir saat otağında müşahidə eləməklə deyə bilməz ki, deyil, yoxsa autizm deyil, yoxsa autizmdir. Nə qədər uşağın yaşı azdırsa, nə qədər biz onda digər sensor, digər problemlər görürüksə inkişafla əlaqədar, deyə bilirik ki, olma ehtimalı azdır, amma ehtimal deyirik bunu. Bunu da %100 deyə bilmirik və risk qrupuna aid edib bu uşaqları reabilitasiyaya başladırıq. Slaydı dəyişə bilərik. Genetik müayinə bəs nə vaxt əhəmiyyətlidir? Mən bu dəfə genetikaya toxundum, çünki neyroinkişaf pozuntularında genetik xəstəliklər də çox yayılıb indi və qohum evlilikləri nə qədər belə deyək də, bir il olmayıb, qadağan olunsa da, indiyə qədər bəs olunan qohum evlilikləri də var axı. Artıq uşaqlar dünyaya gəlib. Ona görə genetika da önəmlidir bizim üçün. Xüsusən də aşağıdakılar varsa, inkişaf ləngiməsi varsa, həm intellektual pozuntusu, həm epilepsiya, həm anadan gəlmə qüsurlar, dismorfik xüsusiyyətlər, inkişafda geriləmə, ailədə oxşar hallar, qohum evliliyi, nadir və qeyri-adi kliniki əlamətlər görürüksə biz uşaqda. Məsəl üçün, həm görə bilirik ki, uşaqda doğulandan bağırsaq problemi olub. 2 dəfə valideyn deyir ki, bağırsaq əməliyyat olunub. Həm deyir ki, valideyn əmcəyi tez bitişdi, sudurqalar keçirdir. Həm də autizm kimi əlamətləri var. Nitqi geri qalıbdır. Biz bir neçə bu ağır əlamətləri yanaşı görsük bir uşaqda. Yəni həm nitqi inkişaf problemi var, məsəl üçün, həm epilepsiyası var, həm anadan gəlmə hər hansı bir problem görürüksə, bu uşaqda daha çox genetikadan şübhələndiririk. Yenə də neyroinkişaf pozuntusudur. Amma autizmlə də daha ağır hal deməkdir bu. Yəni autizmdə uşağın başı da təmiz olur, geni də bəlkə heç bir problemi yoxdur, ancaq ünsiyyət, sosial problemdir. Amma genetik faktorda geri dönməyən, yəni sağalda bilməyəcəyimiz, daha dərin müdaxilə edə bilməyəcəyimiz problemlər var deməkdir. Bunun üçün də genetik konsultasiya və uyğun genetik testlər düşünülməlidir. Və biz belə olduğu halda genetika göndəririk genetik həkimlərə, onlarla konsultasiya eləyirik və genetik analizlər verdiririk. Hökmən lazımdır. Çünki uşağı elə autizm deyib, pensiya kəsib, yola salaq geçsin, bu düzgün deyil. Deyirsiz ki, genetikanı bildim nə olacaq, bilmədim nə olacaq, çox şey dəyişir. Xəstəliyin proqnozu, uşağın irəliki yaşlarda hansı daha təhlükəli hallarla rastlaşacağı və yaxud da yox, təhlükəsizdir, genetikası təmiz çıxdı deyə belə olanda daha rahat uşağın inkişafını dəstək verə bilirik bizdə. Ən böyük səhvlər hansıdır? Slaydı dəyişək. Ən böyük səhv odur ki, uşaq danışmırsa autizmdir. Yəni bu nəticəyə gəlmək səhvdir. Göz kontaktı yoxdursa autizmdir. Qohum evliliyidirsə deməli autizmdir. Yəni bunlar səhvdirlər bu cür düşüncələr. Autizm yalnız genetikdir. Xeyr, bunu biz bilə bilmirik. Genetik faktorlar təbii ki var. Yəqin ki atada, anada daşıyıcılıq olub, amma tam genetikdir. Yəni heç bir alim deyə bilməyib ki, tutalım 23-cü genin mutasiyası. Məsələn, Down-da nə deyirik? 26-cı gende trisomiya var. Ona görə bu uşaq Down doğulur. Amma autizm uşağın trisamiyası var, əskiydi geni artıqdır. Hələ heç bir araşdırma olub. Yüzlərlə elmi məqalələr var, yüzlərlə araşdırmalar var, amma hələ də tapılmayıbdır. Autizm yalnız ətraf mühitdən yaranır. Yəni televizora baxırsa olur, uşaqla danışmayan da olur, nə bilim uşaq ünsiyyətdən kəsad qalırsa olur. Xeyr, bu da autizmdir. Diaqnozunu qoymaq üçün göstərici deyil. Yəni ümumiyyətlə heç bir tək bir əlamət, stereotipin olmağı, uşağın danışmamağı, ancaq göz kontaktı qurmamağı, autizm diaqnoz qoymağın bizə belə deyək də bir şey vermir ki, yəni gərəkçə vermir ki, biz deyək ki, bu uşaq autizm, göz kontaktı qurmursa ancaq bu autizmdir. Başa düşdünüz? O uşağın başqa problemləri də ola bilər.
Doğru yanaşma nədir burada? Slaydı dəyişək. Burada əsas doğru yanaşmamız olmalıdır. Bayaq saydığım kimi kompleks klinik qiymətləndirmə, yəni uşağa həm psixiyatr, məsələn, uşaq durmanca psixoloqa gəlibsə müayinəyə, biz öz diaqnostikamızı edirik, öz testlərimizi, öz yoxlanışlarımızı, həm də deyirik ki, psixiatr nəzarətində olmalıdır. Həm də şübhələnirəmsə bir genetika konsultasiyaya göndərirəm valideyni və yaxud da epileptoloqa göndərirəm, deyirsə tutmaları var, həm də autizm əlamətləri görsənir. Elə olduğu halda biz o dəqiqə reabilitasiyaya tək bir tərəfli başlamırıq. Kompleks qiymətləndiririk, inkişaf tarixçəsinə baxırıq, yəni ananın hamiləliyi, doğum necə keçib, doğumdan sonraki ilk 6 ay, ilk 1 il, yəni bunlar bizə belə deyək də araşdırmalıyıq, anamnez deyirik buna, anamnez toplamaq, diferensial diaqnostika getməlidir, yəni müxtəlif xəstəliklər var ki, oxşar əlamətlər. Məsələn, diferensial diaqnostika nədir? Böyük bir insandır, gedibdir, 2 dənə, 3 nəfər orta yaşlı insanlar 30-40 yaş arasında gediblər terapevtə, üçü də deyir ki, mənim başım ağrıyır. Terapevt araşdırır, görür ki, birinin təzyiqdən baş ağrıyır, birinin tiroidi var, baş ağrıyır, birində onkoloji xəstəliyi var, baş ağrıyır. Yəni müalicələr tamam ayrıdır, amma əlamət eynidir, baş ağrı. Yəni bu uşaqlarda da ancaq nitq danışmama, ancaq göz kontaktı qurmama, ancaq adına reaksiya olmamaq, tullanmaq, nə bilim motorikanın zəif olmağı, qida seçiciliyi, bu əlamətlər bir çox xəstəliklərin əlamətidir. Bu hamısı autizmə aid deyil. Və izlənmə olmalıdır. Yəni uşaq 3 ay, 6 ay, valideyn yenə deyirəm, tələsib deyəndə ki, mənim uşağıma diaqnoz qoy, mənim uşağımın xəstəliyin adını denən, birinci xəstəlik deyil, ikinci də ki, ad qoymağa tələsmirik, çünki müxtəlif əlamətlərin topluluğu olanda diaqnozu, yəni ağıllı mütəxəssis, təcrübəli mütəxəssis, professional insan o dəqiqə diaqnoz qoymağa çalışmır. Gördüyü əlamətləri deyir və nə edə bilərəm deyir. Məsələn, psixiatr deyir ki, mən bu dərmanı yazaram, get filan yerə. Pedaqoq deyir ki, mən bunu eləyəcəm. Duyub bütünləmə deyir ki, mən bu seansları eləyəcəm. Sensor problemi çoxsa həftənin məsələn üçün biz proqram yazanda hər gün uşağı sensor inteqrasiya təliminə yazırıq. 3 dəfə psixopedaqoqa yazıram. Loqopedi hələ heç yazmıram. Müəyyən müddətdən sonra, oral motor refleksləri zəifləyəndən sonra, qida seçiciliyi azalandan sonra mən onun ağzına, dilinə, dodağına loqopedik müdaxiləni yazıram. Yəni bu individual yanaşmadır. Uşaq da var gəlib baxırıq, görürük ki, spektr əlamətlərdir, sadəcə inkişaf ləngiməzidir. Onda psixoloq, pedaqoq, loqoped yanaşı gedir. Heç duyub bütünlənməyə bəlkə də ehtiyac olmur. Və zərurət olduqda da genetik müayinə lazımdır bu uşaqlara. Ümumi götürəndə slayda dəyişə bilərik. Uşağı diaqnozuna görə görməməliyik biz. Yəni dediyim kimi ad qoymağa, etiketləməyə, hələ mənim uşağımın diaqnozu qoysun, mən bu həkimə də apardım, bu da mənim uşağıma diaqnoz qoymadı deməyin. Deməli siz şanslısınız ki, heç bir həkim sizin uşağınıza tələsib bu dəqiqə diaqnoz qoymur. O dəqiqə sizin uşağınıza belə deyək də pensiya yazdırmır. Bunu tələsən valideynlər var. İndi bunun niyəsini mən bilmirəm. Özləri bilər, uşaq da özlərinindir, amma onu bilməlisiniz ki, hər bir uşaq da bu dövlətin vətəndaşıdır. Bu xalqın millətin uşağıdır. Yəni insaflı, yaxşı mütəxəssis də istəmir ki, uşaq o dəqiqə xəstə, belə deyək də, invalid pensiya alsın. Ona görə də müdaxilə vacibdir bu uşaqlarda və tələsməmək vacibdir. Uşaq autizmli uşaq deyil. İlk növbədə hər bir uşaq uşaqdır. Yəni mənim gözümdə o da uşaqdır, bu da uşaqdır, bu da uşaqdır. Onların müxtəlif narahatçılıqları var, problemləri var. Hər hansı bir genetik yatqınlıqları var. Buna görə də mən uşağa müdaxilə etməyi, erkən müdaxilə, erkən belə deyək də reabilitasiya başlamaqdan yanıyam. Hər halükarda. Hətta qeyd elədiyim kimi bəzən elə bir şeylər çıxır ki, mən o dəqiqə başlamıram. Deyirəm, get eşitmə testinə sonra gəl başla. Get genetika sonra gəl başla. Və yaxud da sən başla bunu genetikada 1 aya, 2 aya gedərsən. Və yaxud da mən bu uşağı ilkin izləm eləyim 1 ay sonra Vera testinə göndərəcəm. Eşitmə şübhələrim var bundan. Və s. və s. Yəni o dəqiqə uşağa diaqnoz qoydurursa kimsə ona dərman yazırsa, kimsə ona pensiya kəsirsə, bu uşağın gələcəyinə əslində mən deyərdim ki, təhlükədir. Yəni valideynlər nədənsə bu cür belə yanaşıb, tələsirlər. Elə istəyirlər ki, nəsə ad qoyalar da belə deyək. Hərdən bəzən uşağın ağır problemi olur. Baxıram ki, 5-6 yaşı var, heç bir dəfə də psixiatra getməyib. Göndərirəm ki, get dövlət qeydiyyatında bu uşaq keçirsin. Valideyn deyir ki, yox, mən istəmirəm. Halbuki uşağın artıq klinik göstəriciləri göstərir ki, bu müalicələr də alıb, reabilitasiyada gedib, gəzmədiyi yer yoxdur. Artıq bu, yəni autizm diaqnozu qoyulması vaxtındadır və yaxud da vaxtıdır. Yenə də bunu psixiatr eləməlidir, getmir. Amma valideyn var ki, uşağı çox erkəndir. Bir çox əlamət pozuntuları var. Heç autizm bəlkə də olmayacaq bu uşağı 6 ay, 1 il reabilitasiyası. Deyir ki, mənim uşağıma bu dəqiqə pensiya kəsin, mən uşağıma gedim pensiya yazdırım. Yəni belə müxtəlif yanaşmalar var. Uzun müddətdir mən bunu valideynləri belə deyək də əziyyətin yerdə qoymaq istəmirəm. Təbii ki, hamı belə deyil. Amma bu kimi hallarla da rastlaşdığıma görə deyirəm ki, nə o cür doğru deyil.
mənim uşağımın heç nəyi yoxdur deyib həkimdən, psixiatrdan, müayinədən qaçmaq, nə də uşağın elə çox erkən vaxtı mənim uşağıma ad qoyun, diaqnoz qoyun, iminli xəstə yazın orada demək də düzgün deyil. Yəni bu zaman və vaxt, səbr tələb edən bir prosesdir. Yəni bir prosesə girirsən sən uşağınla. Yəni adi gözünə də eynək yazdırınca uşağı aparırsan, ölçürlər, sonra eynəyi 6 aydan bir gedib bir də yoxlatdırırsan, bir də dəyişirsən və s. və s. Yəni hər bir problemin müəyyən bir vaxt ərzində həlli var. Yəni 3 günə, 5 günə, 3 aya, 5 aya həll olunan hələ autizm spektr pozuntusu, neyroinkişaf pozuntusu 3 günə, 3 aya, 5 aya düzələsi bir problem deyil. Və erkən düzəldiyi hallarda olur. Çox erkən də bizim belə deyək də özümüzü belə təəccübləndirən, çox erkən düzələn uşaqlarda olur. Təbii ki, bu hansı uşaqlarda olur? Ancaq 1-2 sadə əlamətlə gələn, vaxtında gələn, yəni çox erkən yaşda gələn və çox gözəl ailə dəstəyi, ailə mərkəz, ailə mütəxəssis əl birliyi eləyən valideynlərin uşaqlarında olur. Təbii ki, olur. Onun üçün də bu güclü tərəflər qiymətləndirilməlidir uşaqda, slaydı dəyişək. Maraqları, uşağın nəyə marağı var, uşağın bacarıqları nədir, öyrənmə üsulu necədir, uşaq var müsbət motivasiyalıdır, uşaq var mənfi motivasiyalıdır, uşaq var ancaq oyun terapiyası ilə öyrənir, uşaq var sensor duyğu ilə yaxşı öyrənir, uşağın emosiyalarını nəzərə almalıyıq, o duyu deyirik, duyular, uşaq deyir, duy məni, anla məni, yəni bəzi uşağın emosiyalarını valideyn anlamaq istəmir, ağlayır, kəs deyirlər, niyə ağlayır, onun səbəbini araşdırmırlar. Hətta bəzən mütəxəssislərə deyirlər, siz necə səbirlisiniz, uşaq ağlayır, sizdir. Çünki biz onun ağlamayının səbəbini bilirik. Onu təmin eləməyə çalışırıq. 3 gün ağlayır, 5 gün ağlayır, 1 həftə, maksimum 1 ay ağlayır. O doyuma çatır, o sensor pozuntusu düzəlir, uşaq ağlamağı kəsir. Təbii ki, nitqi olmayan uşaq hər şeyə ağlayır zaten. Yəni ağlamaq bayaq dediyim kimi, bütün xəstəliklərin əlaməti baş ağrısı olduğu kimi, neyroinkişaf pozuntusu uşaqlarında bir çoxunun şikayəti valideynin uşağın ağlamağıdır. Nitqi olmayan bütün uşaqların şikayəti ağlamağıdır. Amma o ağlamağa bizim verdiyimiz reaksiya, valideynin, mütəxəssisin o reaksiyanı biz düzəldəndə uşağın da ağlamağı azalır, yavaş-yavaş da digər əlamətlər azalır. Əgər ağır bir beyinlə əlaqəli dəyişiklik yoxdursa, ağır genetik mutasiyalar, genetik deformasiyalar yoxdursa. Bir də fərdi inkişaf planları çizilməlidir. Yəni hər uşağa individual yanaşma. Diaqnoz uşağın bütün xüsusiyyətlərini izah etmir. Ona görə deyirəm ki, müşahidə etmək lazımdır. Müasir yanaşmanın məqsədi nədir? Yəni bu günümüzdə nə cür müasir yanaşma lazımdır? Əsas məqsədimiz uşağı hamı kimi etmək deyil. Yəni bir uşaq robot deyil. Bacısı kimi olmalıdır, qardaşı kimi, əmisi kimi, dayısı kimi. Hər bir uşaq individualdır, fərdidir. Məqsədimiz ünsiyyəti artırmaqdır, müstəqilliyi inkişaf etdirməkdir, sonra nitq gəlir axırda. Valideyn deyir, niyə danışmır bəs? Halbuki ünsiyyət düzəlməlidir, müstəqillik, yəni sərbəst hərəkət etməlidir, uşaq özgüvən artmalıdır, öyrənməni dəstəkləməliyik, sosial iştirakını artırmalıyıq, yaşıtları ilə, yenə dediyim kimi, müəllimlə, atı ilə, babı ilə, qonşu ilə yox, balaca, öz yaşıtları ilə uşağın sosial iştirakını artırmalıyıq, gündəlik həyat bacarıqlarını, gündəlik pilləkəni çıxıb düşmək, adi yemək, yatağını yığmaq, uşağın yaşına görə bu dəyişir. Gündəlik həyat bacarıqlarını gücləndirməliyik, biz buna deyirik öz baxım becəriləri, ailənin yükünü azaltmaq. Təbii ki, hər bir ailə istəyir ki, uşağı düzəlsin. Mən yenə deyirəm, ailəni də burada qaralamaq istəmirəm, ailələri də burada əziyyətin yerə qoymaq istəmirəm. Təbii ki, hər bir insan istəyir ki, uşağının problemi olmasın. Hər bir insan istəyir ki, uşağı düzəlsin. Amma bu robot deyil. Mənim uşağım niyə hələ də danışmır? Müqayisə etmək burada səhvdir. Birinci yanlış belə valideynlərin olur, uşağı qəbul eləmirlər problemi. Ya çox yüksək qiymətləndirirlər, ya da deyirlər ki, mənim uşağım pensiyasını otursun evdə. Dayı uşağı heç nə eləyəməyəcək, heç nə düzəlməyəcək. Bu da yanlış fikirdir. Müqayisə eləyirlər başqalarının uşağı ilə, bacısı ilə, qardaşı ilə. Olmaz. Fərqi görməliyik. Uşağın bacarıqlarının az olduğunu, artıq olduğunu görməliyik. Amma bu o demək deyil ki, elə onu görüb orada dayanmalıyıq. Müqayisə eləyib əlimizi yanımıza salmalıyıq ki, mənim uşağımın bacarmır, heç bacarmayacaq. Yəni belə deyil. Hər bir uşaq öyrənir. Yenə dediyim kimi, yaş önəmlidir burada. Genetik faktor önəmlidir, fizioloji faktor önəmlidir. Bunları araşdırmışsa, olan müdaxilə düzgün vaxtında eləmişiksə, hər bir uşağın inkişafı dəstəklənəndə inkişaf edir. Digər slayda keçək. Əsas prinsipimiz nə olmalıdır burada? Yəni bir mütəxəssis olaraq bunu deyirəm. Uşağın ehtiyacına uyğun müdaxilə. Yəni sensor problemi varsa, ən çox sensor dərs keçməlidir. Psixoloji davranış problemi varsa, ən çox psixoloqa getməlidir. Motor problemi varsa, getməlidir MBT-yə, masaja və s. və s. Fərdi yanaşma, individual inkişaf problemi, proqramı təyin etmək və zamanla inkişafı dəstəkləmək. Bax, burada zamanla.
Hətta onu gərək böyük hərflə yazıydım, belə qalın hərflərlə yazıydım. Yəni zaman tələb eləyən bir şeydir. 3 gün, 5 gün filan kəsin uşağı qohumun da gəldi filan mərkəzə 3 aya düzəldi. Onun bəlkə problemi ancaq nitq problemiymiş, bəlkə onun problemi ancaq davranış problemiymiş. O da məsləhət görüb ki, apar filan mərkəzə. Amma sən gətirəndə sənin uşağının başqa problemi varsa, onun da özünə görə zamanla həll olma vaxtı var deməkdir. Səbirli və pozitiv olmaq lazımdır. Düzdür. Səbiri və pozitivi atipik uşaqların valideynindən gözləmək mən özüm bilirəm bunu bir ana kimi də, mütəxəssis kimi də çətin olur onlara. Amma bu açar buradadır da. Əgər biz bu qapını açmaq istəyiriksə, yəni biz uşağımızı irəliyə aparmaq istəyiriksə, bu açar səbirli və pozitiv olmaqdır. İnanmaq, uşağın gücünə, bacarığına. Mənim də uşağım bir gün gələcək, başqasının uşağı 3 aya düzəlibsə mən ki, eybi yox, 6 aya düzələcək, amma bu qabiliyyətlər olacaq. Eybi yox, o 3-4 bacarıqlı olmayacaq bəlkə də, amma digər bacarıqları güclü olacağı düşünüb bu yolu səbirlə, mütəxəssislərlə addımlamaq. Təbii ki, tək başına bu yol olmur. Bu həm həkim dəstəyi, həm digər mütəxəssislər, yəni kompleks, multidisiplinar yanaşmaqla olur. Uşağı nə qədər 1.50 tutub aparsaq, ancaq psixoloqla, ancaq logopedlə, ancaq duyu bütünləmi ilə, təbii ki, bu uşağın zaman itkisidir. Uşağın qiymətli, ən qiymətli zamandır. Vaxtdır ki, o dediyim 0-4 yaş. Biz onu qaçırtmayaq. Çünki bunu qaçırdanda bəzi proseslər ləngiyir. Ona görə də valideynə də səbirli və pozitiv olmağa mən həmişə dəstək də veririk, əlimizdən gələni edirik və bunu izah da eləyirik ki, özü qəbul eləməlidir bunu. Özü buna qərar verməlidir. Təbii ki, biz bir insana təşrif edə bilirik, yol göstərə bilirik. Qərarı özü verir valideyn və valideyn bu qərarı düzgün verəndə, vaxtında verəndə o uşağın da şansı artır. Yəni bu uşağın şansı yaxşı mərkəz, yaxşı həkim, yaxşı psixoloq, logoped deyil. Bunu dönə-dönə deyirəm. O uşaqların birinci şansı onları başa düşən, qəbul edən və bizlərə gətirən ailəsinin olmağıdır. Onda o uşaqlar çox şanslı olurlar və %50 problemləri həll olunmuş olur. Qalan %50-ni də mütəxəssislərlə bir yerdə həll edirik. Valideynlərə mesajım, dedim, yenə də yazılı halda da deyim. Uşağınızın inkişafına görə narahatçılığınız varsa, gözləməyin. Birinci gözləməyin, yubatmayın. Biraz böyüsün düzələr, bu səhv fikirdir. Dayısı da gec danışıb, bu da səhv fikirdir. Biz buna ailə mifi deyirik, ailə əfsanəsi deyirik. Qonşunun uşağı da belə idi. Qonşunun evində nə baş verir, siz bilmirsiniz. O uşağın diaqnozu nədir, bilmirsiniz. Kimi müqayisələr qiymətləndirməni gecikdirə bilər. Yəni bizlərə, mütəxəssislərə gəlib sizin uşağınızın gec çatmağına səbəb ola bilər. Etməyin, eləməyin. Sizə mesajım budur, əziz valideynlər. Dəyişək slaydı. Erkən qiymətləndirmə lazımdır, erkən dəstək lazımdır və daha yaxşı imkanlar. Yəni, bacardığımız qədər imkan deyəndə mən tək maddiyyatı nəzərdə tutmuram. Aparıb gətirmək, vaxtında aparıb gətirmək, valideynin yenə deyirəm, səbirli və pozitiv yanaşmağı da bu imkanlara aiddir. Dəyişə bilərik slaydı. Bugünkü seminarımızın əsas mesajını keçək. Autizm tək bir səbəblə izah olunmur. Başa düşdünüz yəqin, yəni neyroinkişaf pozuntusudur. Bir səbəbi yoxdur, müxtəlif səbəblər var. Bir yelpazədir, bir çətirdir. Qohum evliliyi autizmin birbaşa səbəbi deyil. Bilək bunu. Amma qohumluq bəzi irsi xəstəliklər riskini artıra bilir. Tək autizmdə yox, bütün xəstəliklərə aiddir bu. Hər inkişaf problemi autizm deyil, bunu da qəbul eləyək. Yəni, uşağın inkişaf problemi varsa, vaxtında düş, erkən müdaxilə eləyək, heç autizm olma riski də olmasın. Uşağın diaqnozundan çox onun inkişaf profili önəmlidir. Yəni, lap diaqnozu bildim. Biz valideynə deyirik, lap bildik ki, bu Down-dur da. Down diaqnozu elədi ki, yəni, bu artıq qəbul olunmuş, bu müəyyən standartları olan bir şeydir də, xromosom trisomiyası. Hətta heç analizə belə göndərmirlər. Uşağın klinik, belə deyək də, fizioloji göstəricilərinə baxıb bilə bilirik ki, bu Down-dur. Uzaqbaşı səthi əlamətlər isə mozaik Down-dur. Heç bunu genetika verib xərcə düşməyə də ehtiyac yoxdur. Amma mən uşağın potensialına baxıram. Uşağın yaxşı potensialı varsa, vaxtında gəlibsə, digər yanaşı ürək qüsuru yoxdursa, ağciyər qüsuru yoxdursa, başqa hər hansı bir allergik, nəfəs, çünki o uşaqların yuxarı tənəffüsü yoxdur. Deməli, bu uşaqda mən çox gözəl profil seçə bilirəm və bu uşaqlar məktəbə gedirlər, bağçaya da gedirlər, danışırlar da. Digər uşaqlardan görüntü olaraq fərqlənirlər və yüzlərlə də misal gətirə bilərəm. Dünya təcrübəsində İspaniyada professor olan var Down-lı, nə bilim, Rusiyada aktyor, aktrisa olan var, başqa bir ölkədə yazıcı olan var. Yəni, bu Down genetik xəstəliyi də, belə deyək də, ruslar deyir, это не приговор, bu şey deyil. Yəni, məhkum olmaq deyil bu uşağa. Bu uşağı ən yaxşı variantına gətirib çıxartmaq birinci ailədən, sonra da ki, təbii ki, müəssisədən, aparıb getdiyi, belə deyək də, mütəxəssislərdən asılıdır. Ona görə də uşağın profili, yəni bacarıqları önəmlidir. Slaydı dəyişək.
Son söz olaraq, vaxtı yəqin ki, düzgün idarə elədim mən, Fatimə xanım. Ə, Bir saatımız məncə hətta olubdur. Son sözümüz, çünki mövzu geniş mövzudur, bacardığım qədər qısa danışmağa çalışıram. Bir uşağı yalnız nəyi bacarmır sualı ilə qiymətləndirmək. Yəni, bacarmadığı ilə yox. Yəni, o bardağın boş tərəfinə baxmırıq. Əsas sual olmalıdır ki, bu uşaq necə öyrənir? Biz onun inkişafını necə dəstəkləyə bilərik? Yəni, bunu daha çox sensora mı aparım, psixoloqa mı, logopedə mi, yoxsa hamısına geçsə? Yəni, bunu deyirik ki, bardağın dolu tərəfinə baxaq ki, bu necə öyrənir? Yəni, öyrənməyi artıraq. Çünki diaqnoz uşağı müəyyən etmir, diaqnoz bizə uşağa necə dəstək olacağımızı anlamağa kömək edir. Yəni, bu qədər. Mənim sizə belə deyək də çatdırmaq istədiyim bunlar idi. Burada elmi məqamələrimiz də var. Fatimə xanım, istəyənlər slaydı paylaşa bilərsiniz. Təşəkkür edirəm hər kəsə. İndi mən suallara baxıb cavablandırmağa çalışacağam. Oxşar suallar olsa təbii ki, ümumi cavablandıracağam. Amma mənə elə gəlir ki, burada siz yazdıqca burada mən cavab verməyə çalışırdım. Məsələn, birinci sualım diqqətimi cəlb elədi. Hamiləlikdə bilinir. Yox, autizm bilinmir, amma Down bilinir. Down'u üçlü, dördlü test eləyirlər hamiləliyin ikinci trimestrində, üçüncü trimestrində bilmək olur. Və bunu eləməyə qorxmasın. Bəzi valideynlər imtina eləyirlər. Yəni, bu bilirsiniz də ənsə qalınlığı yoxlanılır, amniosintez, cift ananın döl yanı mayedən götürülür, bunu bilir. Amma autizmi bilinmir. Bayaq dediyim kimi, hələ də tam kəşf olunmayıb. Yaranma səbəbi və müalicəsi bilinmir. Sual verdim ki, ayrı-ayrı anlayışlar yox. Neyroinkişaf pozuntusu bu dəqiqə belə deyək də, autizm diaqnozu 4 yaşınacan qoyulmadığı təqdirdə neyroinkişaf pozuntusu ümumi hamısına aid olur. Ən tez nəticə verən üsul uşağa görədir. Burada sual verilibdir. Uşaqlarda ən tez nəticə verən üsul hansıdır? Müəllimə birə-bir dərs, yoxsa uşağın yaşıdlarının arasında qatılması? Öncəliklə deyə bilərəm ki, birə-bir, yəni individual dərs yaxşıdır, uşağın potensialını üstəri çıxar. Müəyyən səviyyə çatdırdıqdan sonra təbii ki, uşaq hökmən yaşıdları ilə vaxt keçirməlidir, bağçaya getməlidir, məktəbə gedərək getməlidir. Amma əvvəl individual, yəni birinci gücləndirək uşağı, potensialını ortaya çıxardaq, müəyyən bacarıqlarını artıraq, sonra qrupa geçsin, sonra yaşıdları ilə sosiallaşsın və hökmən də lazımdır bu. Yazmışsınız ki, hansısa autizmli uşaq oyun qura bilir, normalda oyun qura bilmir. Bəzi ağır formalarında bəli, bizim kimi oyun qura bilmirlər. Yəni maşını məsəl üçün biz digər uşaq oynayacaq, polis pış-pış eləyəcək, autizmli uşaq ancaq düzəcək sırı ilə, ancaq təkərləri ilə oynayacaq. Belə deyək də auto sözü qapanıb onlarla öz aləmində oynayacaq. Auto sözü nə deməkdir? Öz aləmində olmaq, daxilinə qapanmaq. Amma zamanla oyun qurma qabiliyyətini artırırıq. Psixoloqlar, psixopedaqoqlar bunu işləyirlər. Evdə danışan, amma məktəbdə danışmayan, göz təması qurmayan uşaq autizmdir. Bunu mən deyə bilmərəm. Heç bir professional mütəxəssis bunu münəccim deyilik. Yəni, biz belə deyək də, sehirbaz deyilik. Ola da bilər, olmaya da bilər. Yəni, mutizm belə ola bilər. Uşaqlar seçir danışmağı. Psixoloji problemdir bu. Autizm ayrı problemdir, mutizm ayrı. Araşdırsınız mutizm sözünü bilərsiniz. Amma bunu gərək müayinədən olunandan sonra bilək. Yəni, dəqiq eşinə deyə bilmirəm. Həm ola da bilər, olmaya da bilər autizm. Uşaq 4 yaş təzə tamam olub, yatanda gülür öz-özünə. Hislənən üstünə yenə gülür, autizmdir. Ancaq yuxuda arada gülmələr olursa, bu gündüz uşağın gündəlik belə deyək də, gününün maraqlı keçdiyinə səbəbdir. Ara sıra ola bilər, hamımız gülə də bilər, ağlaya da bilər. Amma çox təkrarlanırsa, bunu bir nevropatoloqa göstərmək olar. Bunu həm oyaq vəziyyətdə, həm yuxulu EEG çəkməyə tövsiyə edə bilərəm. Amma tək bu gülməyə görə yox, ümumi başqa şeylərdə anamnez toplayıb bəzən göndəririk. Amma autizmdə deyə bilmərik. Mən bu seminara qabaq yazmısınız yəqin bu sualı, seminar bitməmişdən. Axı mən bayaq da dedim ki, bir əlamətə görə heç vaxt autizmdir sözünü demək olmaz. Demək, yəni bu cinayətdir, olmaz. Autizm uşaqda 140 təzyiq olur. Təzyiq ayrı bir problemdir, ayrı bir orqan, fizioloji problemdir. Autizm ancaq sosio-emosional və nitq sferasının problemidir. Yəni, bir-birinə əlaqəli deyil. Autizmli uşaqda da təzyiq ola bilər, normal insanda da, uşaqda da. Yəni, bunu terapevtə gedib, pediatra gedib araşdırın. Autizmli neçə yaşda diaqnoz qoyulur? Bayaq dedim, 4 yaşından sonra, 3 yaş yarımından sonra diaqnozu qoyulur. 2 yaşında qoymuruq, amma ASP deyirik, risk qrupu deyirik, neyroinkişaf pozuntusu deyə bilirik bəzi əlamətləri görəndə.
Ondan böyük bacı qardaşı da autizmdir. Əgər ailə genetik faktoru varsa, deməli 2 yaşında belə həkim onda da autizm olma riskini görə bilər. Amma sırf autizm diaqnozunu 2 yaşında qoyub, yəni pensiya, müavinət kəsmirlər uşağa. Yenə də 4 yaşı gözləyirlər. Genetik hallarda daha ağır olur. Genetik problemi olan uşaqlarda autizm əlamətləri ola bilər. Amma sırf genetikası problemi olan uşaqlarda autizm olmaya da bilər. Başqa əqli gerilik də ola bilər. Heç autizm yoxdur, sadəcə əqli geridir. Yəni ona görə hər xəstəliyə bir ara hər şeyə autizm demirdilər. İndi hər şey autizm deyirlər. Yəni bu düzgün deyil. Yəni yenə də deyim, bir seansa, bir günə, yarım saata autizm diaqnozu qoymaq düzgün deyil. İstəyir psixiatr olsun, istəyir professor olsun, istəyir alim olsun, pedaqoq olsun. Əlamətləri görə bilərik, risk qrupunda olduğunu görə bilərik və müdaxilə edə bilərik. Və autizm diaqnozunu ancaq uşaq psixiatr qoya bilir. Uşaq psixiatr və dövlət xəstəxanasında işləyən və daha çox dövlət belə deyək də nəzarətində olan uşaq psixiatrı. Valideyni qınamaq olmaz. Əlbəttə, mən bayaq da dedim, olmaz. Ən azından valideyn dərmanı almaq üçün pensiya yazdırır deyirsiniz. 4 yaşından tez də uşağa müalicə yazılırsa, 4 yaşdan sonra qoyulur da bu pensiya kəsilir. Onda valideyn oturmalıdır, 4 yaşı gözləməlidir. Yəni başa düşürəm, maddi problem olar, çətinlik ola bilər. Amma məntiqi olaraq bu düzgün deyil. Mən bunu bir belə deyək də elmi cəhətdən izahatım vermək məcburiyyətindəyəm. Qaldı ki, vicdani səbəblərə qalanda təbii ki, mən sizi anlayıram, amma uşağın vaxtı getmiş olur. Mən də bilirəm hər şey od qiymətnədir, maddi problemlər çoxdur, psixoloji mərkəzlər də müəyyən maddiyyat tələb eləyir, amma zaman ən dəyərli zamandır. Onu müqayisə eləyin, baxın. Ailələri qınamıram, yenə də deyirəm, amma ən azından vaxtında müdaxiləyə görə gətirməkləri yaxşı olar. Sonra başqa suala baxaq. Təşəkkür eləyənlərə, çox sağ ol deyənlərə mən əsas sizə təşəkkür eləyirəm ki, qatılmısınız, dəyərli vaxtınızı ayırmısınız. Çalışdım ki, faydalı olun. 1 yaş 2 aylıq uşaqdır, öz aləmində olur, kontakta girmir, amma göz təması var, baxır, gülür, gözə baxır, əllə göstərirsən, ora bax, bura bax, həmin yerə baxır. Evdə dayanmır, ancaq çölə çıxmaq istəyir, çıxmayanda başını vurur qapıya, yerə qışqırır və yad aləmyə. Birinci burada sual verim, biz göstəririk, baxır, yox, uşaq artıq işarət barmağından istifadə eləməyə öyrənməlidir, edirmi işarət barmağından? Etmirsə, bunu yavaş-yavaş inkişaf etdirər, uşaq özü göstərməlidir və biraz da hiperaktivlik, sensor problemləri ola bilər bu uşağın. Sırf bayra istəyirsə, hərəkə aktivitə istəyirsə, bunu təmin eləmək lazımdır. İndiki uşaqlarda günah yoxdur. Hamımız 4 divarda yaşayırıq, belə bina evləri, həyət bacada, belə deyək də, uşaqlar çox vaxt keçirtmirlər. Bacardığımız qədər belə uşaqları, yəni bunu tələb eləyirsə uşaq, 1 yaş 2 ayına nisbətən bayra çıxmaq istəyirsə, hərəkətli aktivitə eləmək istəyirsə, xahiş eləyirəm valideynlərimiz bunu təmin eləyin. Uşağımızı belə deyək də aparın oyun meydançalarına, parklara gəzsin. Ağzına qoymaq da sensor problemlərdən ola bilər. Duy mütəxəssisinə bir yoxlatdırın onu, müayinəyə gətirin. Barmaqla göstərirsə, əla. Göstərməyi varsa, bu yaxşı əlamətdir. Əgər bir uşaq heç nəyə barmaqla göstərmirsə, yəni işarət barmağından istifadə eləmirsə, bu da spektr pozuntusu əlamətlərindən ola bilər. Yəni bu uşaqda risk qrupuna daxildir. Özünə sərf edəni edir, etməyəni yox. Bu hər halda autizm əlamətidir. Bu davranış pozuntusu da ola bilər. Bu inkişaf problemi də ola bilər. Ona görə bunu diferensiasiya eləmək lazımdır. O dəqiqə mən dedim axı, diaqnoz qoymaq olmaz. Autizm sözünü yığışdırın. ASP deyin, neyroinkişaf pozuntusu deyin. Risk qrupuna daxildirmi bu uşaq? Gəlin biraz dəyişək yanaşmamızı. Autizm sözünü deməyək. Zaten bu uşaq söz diaqnozu ancaq psixiatr qoya bilər və müəyyən yaşdan və müəyyən müayinələrdən sonra. Həm iflic, həm autizm varsa uşaqda necə yanaşmaq lazımdır? İflic yəqin serebral iflic deyirsiniz. Bəli, CP, yəni uşaq serebral iflici, UC olan uşaqların bəzilərində də autizm əlamətləri olur. Amma belə uşaqlarda daha çox fiziki, yəni motor bacarıqlar, yəni öncəlik CP, CP-nin müalicəsinə getməlidir uşaq serebral iflicinin. Onun fonunda yavaş-yavaş motor bacarıqlar artdıqca təbii ki, psixoloq, logoped də müdaxilə eləməlidir belə uşağa. Amma daha çox əgər
serebral olduğu, yəni iflicli uşaq olduğu bəllidirsə, yəni uşaq həkim diaqnozunu qoyubsa bu uşağın anadan gəlmə və yaxud da müəyyən vaxtdan sonra birinci növbədə nefroloq düzgün müalicələrini eləməlidir. Yanaşı da bu uşaq belə deyək də heç olmasa 3 aydan bir, 6 aydan bir də psixoloji, loqopedik dəstək almalıdır. Və çalışaq ki, bunu gözləməyək, uşağı yeriyəcək, sonra psixoloqa, loqopeda aparaq. Hələ yerimədən də psixoloqa, loqopeda gəlir. Yəni 0-4 yaşında serebral iflicədə erkən müdaxilə vacibdir. Yəni belə deyək, həm fizioterapiya lazımdır, həm nevropatoloq lazımdır, masaj lazımdır, həm də psixopedaqoji iş ən azından lazımdır. Mənə elə gəlir ki, bütün sualları oxudum və cavablandırdım. Mikrofonlar açıq olmadı, təşəkkür eləyirəm. Heç kim mane olmadı, təşəkkür eləyirəm. Mənə elə gəlir, belə olanda hamı da aydın eşitdi. Sualları da oxuyub, ətraflı cavab verməyə çalışdım. Biraz sürətli danışıram, üzürlü sayın. Bu mənim şəxsi keyfiyyətimdir, belə deyə tez-tez danışmaq. Və istəyirdim ki, vaxtı çatdıraq ki, çox da gec olmasın. Əgər başqa bir müraciət, sual yoxdursa, Fatimə xanım, sağollaşa bilərik məncə. Nə də belə deyək də şəxsi müraciət etmək istəsiniz, mənim Instagram adresimi paylaşarsınız ilə Fatimə xanım, müraciət eləyə bilərsiniz, əgər yoxlanışa gətirmək istəsiniz. Əziz Təranə xanım, dəvətimizi qəbul etdiyinizə görə, belə gözəl təlim təşkil etdiyinizə görə, Bir sağ qoşulanları olun. maarifləndirdiyinizə görə təşəkkür edirik. Düşünürəm ki, bu təlimdə iştirak edənlər kifayət qədər autizm sahəsi və ümumiyyətlə mahiyyətini anladılar. Qrupumuzda mütəmadi olaraq təlimlər təşkil olunacaq. Tövsiyəm odur ki, qrupu tərk etməyəsiniz və həmkarlarınızı dəvət edəsiniz. Sertifikat üçün elandakı əlaqə nömrəsinə yazmanız kifayətdir. Gecəniz xeyrə qalsın. Sizinlə təlim keçmək çox xoş oldu bizə də. Növbəti Mənə təlimlərdə də. görüşənədək. Fatimə xanıma deyə bilərsiniz, hansı mövzular sizə maraqlıdırsa, istəyirsinizsə mənim tərəfimdən belə deyək də gələcəkdə başqa bir təlimdə təşkil edərik inşallah, əgər tələbat olsa. Görüşərik, sağ olun. Hamının Gecəniz gecəniz xeyrə qalsın. Sağ olun.